Artıq o sxemanı qurmamışam burada. Bilirsiniz də artıq mark complete və sair də ondan vaxt itirmirəm. Gəlirik birinci sualımıza. Maraqlı sual nədir burada? Deyir ki, 11 reservation worksheet. Bax bu worksheetdə deyir ki, bax bu kolonda conditional formatting yarat, red flaglər olsun. Lakin fikir verin, a cell icon should not be displayed when there is no fee. Yəni boş hissələrdə, bu rəqəm olmayan hissələrdə qırmızı bayraq söhbəti olmasın. Dostlar, indi mən o red flag zaten bilirsiniz də, o icon setdən olacaq. Sadəcə more rule söhbəti olacaq. Bunu önce bilirsiniz yəqin ki. Sadəcə olaraq bir dənə təkcə bu tapşırıqdır ki, sizə düşsə, burada number formatına falan çevirmirsiniz. Okey, baxın bir dəqiqə. Gedir rekord. Davam edin. Yaxşı dostlar. İndi bax, bu sual necə işləyir? Yenə də Ctrl Shift aşağı seçdi hamısını. Conditional formatting, icon sets, more rules. Bax, burada artıq type percent qalmalıdır. Yaxşı, numberə qətiyyən çevirməyin. İndi deyəcəksiniz ki, buradakılar numberdir. Okey. Amma percent qalsın. Siz sadəcə nə edirsiniz? Bizdən 3 dənə qraf icon istəmir ki, bizdə bir dənə icon istəyir. Red flag, düzdür? Siz gəlib qoyursunuz burada bir dənə red flag. Bax, red flag düz buradadır. Vəssalam. Qalanlarına qoyursunuz no cell icon. Icon lazım deyil sizə. Okey vurursunuz, bitdi. Sadəcə rəqam olan hissələrdə red flag olur. Bir daha tapşırığın üzərindən gedək. Ctrl Shift aşağı. Conditional formatting, icon set, more rules. Deməli, percentlər qalır yerində. Burada birincidə qoyuruq red flag, qalanları isə no cell icon. Okey, məsələn, bitdi. Mark completed, next task. Maraqlı. İndi burada bir sualımız da var, rezervasiya şiti ilə bağlı əslində. Sadəcə olaraq həmin şitə baxaq. Mən sualı kopya edim, atım bura. Qısaca buna tez baxaq. Görək burada nədən bəhs eləyir və sualın ölçüsünü 15 qoyaq. Deyir ki, bax, həmin o rezervasiya worksheetində zəhmət olmasa ungroup edə table. Fikir ver, burada qruplaşdırma var. Görürsünüz dostlar, qruplaşdırma var burada. Bunu ungroup eləmək üçün, dostlar, bax, ümumi hissəni seçirik. Gəlirik data menüsuna. Bilirsiniz də, əslində ümumi hissəni seçdikdən sonra Alt Shift soldan istifadə edə bilərsiniz ki, ungroupdan çıxartsın, amma bunu eləməyin. Gəlin menyudan daxil olun ki, Excel başa düşsün ki, menyuların yerini bilirsiniz. Ümumi seçdikdən sonra gəlirəm data menüsuna, ungroup, okey. Vəssalam, bitdi, getdi, tapşırıq bu qədər. Yaxşı, qrupdan çıxartmaq. Mark completed, next task. Sonra, bizdə makro hissəsi var. Qoy makronu da bura əlavə edeyim. Makro düzdür demişik sizə. Makronu biz sizə demişik. Biz deyəndə, yəni mən sizə demişəm. Makroda eyni sxemadır, eyni. Ya o sual düşəcək makrodan sizə dostlar, ya da bu sual. Yəni dəyişik olsa belə birini digərini əvəzləmək düşəcək. Başqa işinə düşməyəcək. Bax burada da. Yadınızdadır, keçən dərs düşmüşdü 3-3. Kopyalayırdıq və ya da 1-3 kopyalayırdıq, yuxarıda axtarıb tapırdıq. Burada da eyni şeydir. Burada da makron içərisində bax bu sözü axtaracağıq. Yaxşı, mən ilk öncə bunu ləğv eləyim. Developer menüsünü imtahanda eyni ilə belə olacaq, yəni. Yaxşı, gələcək bax bura, mouse'un sağ düyməsi, ilk öncə Customizer ribbonuna, Developer tabını aktiv edirik, okey vurur. Developer aktiv oldu, vəssalam. Visual Basic-ə gəlirik. Ehtiyatlı olmaq lazımdır burada. Insert module. Ctrl-V. Bax, bu sözü tapacaqsınız. Təsvir edin ki, sizdə bundan çoxdur da, yəni. Aydındır, məndə də çox əlavə eləmirəm. Siz nə edəcəksiniz? Bax, bizdə nə deyir? Bax, bunu əvəz eləməklə, bu sözlə. Medium 3-ü kopya edirsiniz imtahanda. Və modul hissəsində, və yaxud da demişdim sizə, çoxlu modullar çıxsa, bir saniyə. Excel'in tutması tutdu. Hə. Qoy, bunu biz rahat şəkildə həll edək. Bir saniyə dostlar. Deməli, Visual Basic. Bax, bir də baxın ha.
Bax, bu sözü axtaracaqsınız imtahanda. Ümumiyyətlə bu sual yox. Bax, bax, bax. Light on. Bu sözü. Table star light on. Visual Basic-də deyirəm bir daha. Insert-dür, moduldur. Bax, bu söz. Düzdür. Aşağıdan nə edirik dostlar? Bax, buradan. Gəlirəm imtahan sualının üzərindən. Medium 3-ü kopyalayıram. Və tamamdır, okey, yaxşı. Kopyalayıram. Hara əlavə edirəm? Light onun üzərinə bax, 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 bunun üzərinə. İmtahanda tapdım bu sözü seçdim. Ctrl V və salam. Aşağıda medium 3-ü kopyalayıb yuxarıda light onun yerinə əlavə edirəm və kaseti vururam. Save işarəsi. Məhz ondan sonra X-i vururam ki, bağlasın. Yaxşı, bu triki yaddan çıxartmayın. Və sizə demişəm də Visual Basic-də əgər tapmasanız, orada modullar çıxa bilər sizə. Modul 1, modul 2, modul 3 silin səndə. Modul 1, modul 2, modul 3. Yaxşı, bunları tapmasanız dostlar, problem deyil. Aydındır. Üzərində bir-bir vurub tapacaqsınız. Bax, insert modul vuran kimi ola bilər ki, imtahanda solda modullar çıxsın. Modul 1, modul 2 hamısına bir-bir vurub baxın. Və yaxud da siz nə edə bilərsiniz? Ctrl F işarəsindən istifadə edə bilərsiniz. Bax, insert modula daxil oldunuz. Bax, bir də izah edirəm. Insert modul vurdunuz, düzdür? Solda gördünüz ki, modullar falan çıxıb, heç nəyə fikir verməyin. Nə edirsiniz? Yaxşı bir variant da var. Ctrl F-i vurursunuz, axtarış. Axtarışda nə axtarırsınız, onu yazırsınız. Bax, indi sən nə axtarmalısan? Light onu axtarmalısan. Düzdür? Bu sözü axtarmalısan ki, sonra bunu copy paste eləyəsən. Bax, imtahanda da. Gəldin, məsələn. Qoy, atıram bunu bura. Insert modul eləmişsən, düzdür? Kodlar da olub da burada indi. Ctrl F-i vurursan. Bax, yazırsan light on. Find next. Tapdı. İmtahanda avtomatik göyərdəcək. Gəlib tapdım. Tapandan sonra nə edirsən? Aşağıdan bir dənə medium 3 var ha. Bunu kopya edirsən, Ctrl C. Atırsan hara? Visual Basic-ə. Bax bunun yerinə. Bunun yerinə atdım, medium 3 elədim, vəssalam. Sonra da nə edirsən? Kaset işarəsindən istifadə edirsən. Okey. Sual var bura. Aha, chatda yazan var. Baxaq. Makro ilə bağlı sualım var, amma screen ilə göstərməliyim. Bizim dərsə aid sualdır. Yəni task aid sualdır Sənan bəy. Axşamınız xeyir. Bəli, bəli ki, axşamınız xeyir. Aha, ver. Sualı ver. At da screen burada chatda mənə. Screen atmaq deyəndə ki, yəni screen share-lə göstərə bilərəm, daha iyi anlaşılır verilən dərsdə yəni. Aa, tamam, tamam. Stop şey edirəm dostlar, baxaq Sənan bəy. Aha. Paylaşın baxaq. Deməli, mən burada həmin hissəni Aha. şey edirəm, deyildi buradan. Developer. Üstdən başqa panellər açılmışdı, ona görə heç görünmürdü, gələ bilmirdim ona. Macros. Yox, yox. Visual Basic. Aha. Niyə açılmadı? Insert. Modul. Modul. Dünən açanda burada məndə çoxlu şeylər də açılmışdı. Hə, modullar. Modullar açılmışdı. Hı -hı. Əslində imtahanda belə boş açılmalıdır, yoxsa İmtahanda modullarla açılacaq. Böyük ehtimal ki, dostlar. amma dünən açılanda şeydən açılmışdı, modullar da görünmüşdü. Amma həmin modulların içində hamısına baxdım, elə bir şey yox idi, yəni dolu bir şey yox idi. Hamısı bomboş idi. Bəli, hamısı bomboş idi. Çünki VBA işləməyib, bax ona görə. Nəsə kod zad yazmısınız? Yox. O niyə bu Yox, şey dolu olsun ki? Hə, imtahanda hazır kod şəklində olacaq. Hamısı dolu olacaq. Tapmağın ən asan yolu bilirsiniz nədir, dostlar? Insert modulu vurdunuz, ondan sonra Ctrl F düyməsini vurursunuz, find, axtarış. Axtarışda axtardığın sözü, imtahanda eyni sualı oxuyursan da, məsələn, Sənanı axtarırsan, əvəz edirsən uzun sözünə. Vəssalam, bitdi, getdi. Başa düşdüm. Oldu. Çox sağ olun. Mən bir dənə, siz sağ olun. Mən bir dənə nümunə, dostlar, sizə YouTube-dan atacağım. Onun işlənməsi. Gözünüzü qorxuzmayın. VBA-dan asan sual yoxdur. Yazın geçsin də. Yaxşı. Mən də şey edirəm, paylaşıram. Səlam bəy, sual bitdi.
Okey. Bəli, hələlik bitdi. Çox sağ olun. Sağ olun. Mən bir dənə YouTube'dan bir dənə qəşəng bir dənə sizə versiya atacağım. Orada Find-lə əvəzləmir. Görəcəksiniz ki, çox rahatdır yəni. Heç nə yoxdur orada. User sual qoyub. Bəli, buyurun. Salam əleyküm, Gülüm Quliyevadır. Deməli, siz dediniz makroda Visual Basic-dən məsəl üçün nəyisə control find eləyirik. Biz onu Ah, control find eləyəndə həmin sözdən bir dənə mi olacaq, yoxsa məsəl üçün 3-4 dənə mi o bir dənə, belə bir deyək, dənə olacaq. bir dənə, hə. Bir də onu replace-lə eləmək olar. Replace yoxsa Olar. elə Olar eləmək. O da yaxşı versiyadır. O da yaxşı versiyadır. Baxın da, amma Ctrl F ilə eləmək daha yaxşıdır ki, daha tez axtarsın, tapsın. Vurasız birbaşa aşağıdan əgər götürüb. bir dənə olacaqsa, okey. Control find, Control V eləyərik də o hissə, Bir o dənə olacaq şeydə. onsuz da. Hə, Hətta bir neçə dənə də olsa, bir neçə dənə də olsa, sən birini əvəzləməyin bəsdir. hə. Narahat olma bu barədə. Ona görə soruşuram. Yəni çox olsa replace-lə daha Çox əlverişli ola olar bilməz, məncə. çünki VBA kod qaydalarına uyğun deyil. O bir səhvin bir neçə dəfə təkrarlanması. Ona görə bir dəfə olacaq. Aha, təşəkkürlər. Sağ olun, təşəkkür edirəm, minnətdaram. Okay. Əslində o yanlış da deyil. Məsələn, kimsə mənim adımı yazdı. Mən şirkətdən çıxmışam. İndi kodda dəyişilib Gülümün adını yazırlar. Məsələn. Aydın dostlar, asandır. Ona görə də A variantındakı VBA-nı işləyin bu tərzdə. Təzədən gəlin bunu da bu tərzdə işləyin. Çox rahatdır. Dostlar, bu sualı boş buraxmayın imtahanda. Mən də hətta arxayın olasınız deyə yenə deyirəm, YouTube-dan bir dənə link atacağam onun işlənməsi ilə bağlı. Çox xırda bir şeydir. 30 saniyə, 1 dəqiqə baxarsınız. Yəni rahatdır. Aydındır. İndi sizdə o modulların çıxmaması təbii məsələdir. Məsələn, mən keçən səfər menecerimin kompüterində istifadə edəndə çıxdı. Çünki o çoxlu kod falan yazmışdı. Kodu yaza bilmirəm. Proza bilmirəm kodu niyə yazmışdı orada. Ona görə məndə modullar çıxmışdı. İçərisindən kod falan tapıldı. Yəni də mən ora məhsə başqa şey görə girmişdim. Yəni bu suala görə yox. Ümumiyyətlə, yəni sizdə kod yazılmayıb deyə hər hansı VBA-nə iş görməmisiniz. Ona görə orada insert modulda boş çıxır. İmtahanda 99% ehtimalla artıq 99% niyə deyirəm? Çünki sonuncu imtahana gedən 6 şəxsin dediyinə görə deyirəm, orada modullar çıxıb. Bu o deməkdir ki, ehtimal nəzəriyyəsinə görə daha 23 şəxsdə də belə çıxacaq. Yəni Mosa imtahanın bəzi şeyləri var da, aydındır. Yəni çıxacaq sizdə də modullar və əslində modullar çıxmağı daha gözəldir. Çünki insert moduldan bir də gördünüz görsənmir, boş çıxır, bir də girirsən. Amma modulları görsənməyə daha yaxşı versiyadır. Ona görə işiniz rahatdır. Yenə də mən YouTube-dan bir link atacağam. Gələk növbəti taska, dördüncü taskımıza. On the payment to worksheet in cell A3 insert a pivot table. Okay, deyə burada pivot table var. İndi Gülüm xanım sizə sual verirəm. Burada pivot table-ı görmək üçün sağda görsənmir. Nədən istifadə edəcəm, neyniyəcəm? Saniyə. Pivot analyze da var. Yes. Orada bir dəqiqə. Burada şey var. Bu Hə, file Filtris listə. düzdür, tamam. Mus deyincə Mustafa dedi, ay Gülüm. Okay, düzdür. Yanımda uşaq var. Hə, Allah saxlasın. Tamam, bir dənə də sual verim, əl çəkirəm. Birdən əgər bax dostlar imtahanda da ola bilər ha, çaşdırmaq üçün. Burada indi deyir A3 vurursan, okey, çıxdı da burada pivot məsələn, düzdür. İndi imtahanda ola bilər ki, A3 yoxdur, gedib əlavə eləməlisən. Rezervasiya worksheet-indən. Necə əlavə eləyəcəm Gülüm A3-ə? A3 yoxdur, əlavə eləməliyəm. Hətta buradakı cədvəli rezervasiya worksheet-indən pivot əlavə olunub. Bu pivotu necə A3-ə atacağam? Payment tool-dakı A3. Orada yəqin ki şeydir, plus minus var idi. Hissəsində. Insert, pivot, exciting worksheet. Location-a da gəlib A3-ü seçirik. Okey vururuq və salam. Dostlar, unutmayın ha bunu. İmtahan çaşdırmaq üçün bunu qoya bilərik. Elə eləməyəcək. Bilirəm ki, eləməyəcək. Burası yenə deyirəm də, imtahandır. Elədi. Aydındır? Nəysə, A3-də nə deyir bizə? Pivot table yaradanda row code, fikir verin, total balance. Sizə sual verirəm. Totalla bağlı nə varsa hara atırdıq? Filtrə, kolumsa, rowsa, valuesa. Value. Əlbəttə ki, hesablamadır. İndi bizə nə deyir? Totala at, balansa, düzdür? İndi siz imtahanda birinci balansa total atmayacaqsınız. Sadəcə bir dənə ona baxın. Row, kod. Vəssalam. Özü deyir də. Fikir ver. Kodu at row-ya. Bax, özü deyir bizə. Balansı da at, totala. Vəssalam, bitdi, getdi. Tapşırıq bu qədər. Mark completed, next task. Aydındır? Biraz imtahanı oxuyan zaman qorxmayın. Şərti düzgün oxusaz görəcəksiniz ki, şərt özü hissəsində cavabdır. Mosa imtahanının 80%-də belədir. Xəbəriniz olsun.
Aha, gəlirəm maraqlı bir hissəyə. Mən bu hissəni istəyirəm belə bir şeylə izah edim sizə. Bilmirəm izah etmişəm ya yox, amma yenə də izah etmiş olacağam. Dostlar, bir şeyi yadınızda saxlayın ki, qoy ilk 5 üçün izah edim. Dostlar, bir şeyi yadınızda saxlayın ki, Excel-də custom-dan kod yığılan hissə var. Excel-dən custom-dan kod yığılan bir hissə var, bura. Burada siz tarixləri seçərək müəyyən kodlardan istifadə edə bilərsiniz ki, tarixlər siz istədiyiniz formatda düzülsün. Məsələn, atıram, ayın 20-si 1D yazsam, məsələn, ayın 20-si eləməyim də, qoy, maraqlı bir şey. Ayın 1-i, görsən 01.06.1995. İngilis dilində gün hansı sözdür? Deyil, düzdür? Ay hansı sözdür? Month, year nədir? İl. İndi kodun da bunların baş hərfi olacaq. Məsələn, 01, düzdür? Desən ki, bir dənə D ilə kod yaz. D. D nədir? Sənə verir 1-i. 2 dənə D nə verəcək? 0, 1-i. 2 rəqəmlidir də. Düzdür? Ayın 1-ini belə verir. Amma 3 dənə D yazsan, sənə ayın 1-i hansı günə düşür onu verir. Məsələn də atıram, ayın 1-i tutalım ki, düşür bazar gününə. B nöqtə. Belə verir. 4 dənə D yazanda bunu tam açır. Bax, bu Excel-dəki kodlardır. Bunları əzbərləməyin. Sadəcə bir dəfə üzərində tətbiq edin, bəs eləyəcək. İndi izah eləyəcəm necə tətbiq edilir. Mansın özüdür, bax. Ayın 6-sı, düzdür? Mən bir dənə M yazanda cavabı mənə nə verir? 6. 2 dənə M yazanda cavabı verir 0,6. 3 dənə M yazanda 6-cı ay hansı aya düşür? Hansı ayda 6-cı ay? İndi 6-cı aydayıq. İyun ayı. Məsələn, verdi qısa yazılışı atım da, məsələn. Hə, qısa yazılış belədir. İyun. Hə. Düzdür? 4 dənə M yazanda dostlar, yenə də neyinir? Tam açır. İyun. Gördünüz? Year, illərin açılışı. Bax, 1995. Burada gəlib bir dənə də D yazsan, cavab olacaq 95. 2 dənə D yazsan, cavab olacaq 95. Çünki başqa ehtimal yoxdur da, yəni. Aydındır, bu ildir. Gündən də keçib aydandır. 3 dənə D ilə də 4 dənə D eyni şeydir. Bax, 1 dənə D ilə 2 dənə D eyni cavab verir. 3 dənə D ilə də 4 dənə D sənə eyni cavabı. D nədir? Estağfurullah. Sistemə demir. Y, hə. Sistemə demir su. Y. Fikrim qalıbdır da. 2 dənə Y yazaq bura. Yoldaşlar. Y da yerin baş hərfi. Və elə səhvlər eləyəndə siz mənə deyin də. Niyə şey eləyirsiniz ki? Mən də insanım. 4 dənə Y. Bərabərdir 1995. Aydındır. Bu kodlar bizə bunu verir. İndi mən təsəvvür eləyin ki, görmək istəyirəm ki, bax, kodun yığılmasına baxın. Deyirəm ki, mən görmək istəyirəm 01 iyun qısa yazılışla 1995. Kodları gördünüz? 2D, 3 dənə M, 4 dənə Y. Nə edirəm? Bax, bunu seçirəm. Gəlirəm buradan custom-a. Numberdən custom-a. Bax, fikir ver. Necə yığılır? İndi yazıram. Deməli, 2 dənə D, düzdür? 2 dənə D, nöqtə. 3 dənə M idi da, iyun qısalışı. 3 dənə M. Fikir ver, yuxarıda da sample-da düzəlir. 4 dənə də Y, 1995. Nöqtə 1995. Ay, nöqtə 4 dənə Y. Nə oluyor mənim? 4 dənə Y. Vəssalam. Bax, tarix istədiyim formata çevrildi. Desən ki, yox, mən bizə nə eləmək istəyirəm? Mən istəyirəm hamısını açım. İstəyirəm ki, bizə nə göstərsin? Ayın 1-i 01 iyun 1995 plus da bazar günü. Eləyə bilərsən? Niyə eləyə bilmirsən? Ctrl 1. Baxaq. Sənan, 1 saniyə. Ctrl 1. Bax, 4 dənə, 2 dənə D, 4 dənə M, fikir ver, çevrildi iyuna. 4 dənə Y, ara qoydum, bir dənə də yazıram, 4 dənə D. Fikir ver. 1 iyun 1995 cümə axşamı. Sənan, indi sualını ver. Sual deyəndə ki, mən bir şey bildirmək istəyirəm ki, orada kodu yazanda da bir şey də gətirmək lazımdır ki, kompüterin əgər tarix formatında tarixlər nöqtə ilə ayrılırsa, nöqtə ilə kodu qəbul edəcək. Amma slash ilə ayrılırsa, kodu slash ilə yazmaq lazım olacaq. Bundan bəhs edirsə də yəqin. Bir saniyə. D, M, 4 dənə Y. Düzdür? Bundan gedir söhbət. Bəli. Okey, tamam. İndi baxaq. Bəy bunu deyib bizə. 1995 verdi.
Tarix kimi oxuyur axı. Hı. Bəs deyirsiniz oxumur. Bax, indi mən Və aralarında vergül qoyuram. Bax, vergül olsa oxumayacaq. Gördünüz, formatın adını yazıb cast. Bəy onu düz deyir, amma imtahanda narahat olmayın da nöqtə iləndir. 13.06.2026 Azərbaycan formatına uyğundur. Bax, eynən buradakı. Yaxşı, bəy onu düz deyir. Məsələn, səndə tarix aşağıda 13.06.2026-dırsa, təbii ki, sən də nə yazmalısan? Bax, burada da gün, ay, il. Sən də yazmalısan formatı gün, ay, il. Düz deyir, ay, gün, il də yaza bilərsən. Amma burada nöqtə ilə ayrılıbsa, sən ya nöqtə ilə eləməlisən, ya da slash ilə. Yox, əgər səndə burada slash-la ayrılıbsa, sən təkcə slash-la eləməlisən. Yox, əgər 13,06,20, vergül söhbəti olmur burada. Ümumiyyətlə deyirəm. Vergül varsa, sən vergülla ayırırsan. Amma dostlar, ümumiyyətlə də beynəlxalq normativlərə uyğun olaraq nöqtə ilə ayrılır. Ona görə bu formatı öyrəndiniz, bəsdir. Amma tam belə dərinlikdə girib oralarda batmaq istəsəz, professional egzə dərslərinin linkini atacağam da. Mosim şeyləri, belə deyək, təlimimiz bitən kimi. Girib orada görəcəksiniz ki, tam ətraflıdır. Onda girib baxarsınız. Amma belə ehtiyac duyulmur, yəni. Heç professional Excel öyrənsən də ehtiyac duyulmur. Praktikada əsas asobundan istifadə edilir. Kimdəsə data fərqliliyi varsa, kontrol paneldən girib düzəldər. Onda kim ha vaxt istəsə göstərərəm. Amma konkret bu suala uyğun mənə nə deyir? Bax, Kansas worksheetində Sənan bəy təşəkkür edirəm bu arada. Birds months buyurun başlayın. kolonunda, bax bu hissədə dostlar. Nə deyir? Months in a text format. Months-ı deyir textlə göstər. Bu nə deməkdir? Yəni January, axırda da onsda yazır. For example, January. İndi ayın tam açılışıdır. Hansı kod idi gülüm? Buyurun, eşidirəm. Hansı kod idi ayın tam açılışı? Bizdə idi da. Ay deyirəm, months. Hə, onu bilmədim. Hə, bayaqdan izah eləyəndə tamam, uşaqmısan. Baxıram, Bildim, tamam. Daha sən şey yoxdur. Səndin. Sual bir də verəriz zəhmət olmasa. Deyirəm, bax ayın tam açılışı, January. Bax buradakı bütün ayları tam aç. Təkcə ayları. Hansı kod olacaq? Tam açırsan. Söz olaraq. Kod da kod. Bayaqdan bəs nə izah edim? Dostlar, hardasınız? Yəni tam açılış yəni söz olaraq. 4 dənə Təbii ki, M-lə. 4 dənə M-lə. 4 dənəyim. Təkcə 4 dənəyim. Xeyr. Əgər ayı göstərmək istəyirsə, təkcə ayı göstərmək istəyirsə, M-lə. Dostlar, düz demisiniz. Bir dənə- Çaşdırmayın özünüzü. İmtahanda da bağallada bilərsiniz. January deməz, digər günlə görsət. Məsələn, for example, Tuesday. Gedib bütün kodu yazmayın orada. Görün sizə nə deyir? For example, January. Təkcə yanvarı, təkcə ayı tam olaraq görmək üçün hansıdır? 4 dənəyim də. Su, Bəli. getdi. Biz bu bayaqdan ona görə izah edirəm. Bax, 4 dənə M-i seçdiniz, hamısını seçəndən sonra. Okey, vəssalam. İndi burada məndə Azərbaycan formatında çıxır. Sizdə imtahanda çıxacaq January, June, April, məsəl üçün də. February hamısı çıxacaq. Onda 4 dənə D seçəcəyik də, düzdür? Niyə 4 dənə deyil? 4 Yox, dənə yox. M. January yox. O Tuesday, Wednesday Əlbəttə ki, əlbəttə ki. Okay. İl çıxa bilməz, çünki il elə ildir. Data özü bu şəkildədir. Ya ay çıxacaq, ya gün, ya yox, elə ay çıxacaq. İndi işdir də. Gün çıxdı, dostlar. Qorxutmayın özünüzü. Günün də tam açılışı nədir? 4 dənədir. Desə ki, günün başlanğıc hərfini görək. Yəni biraz abreviaturasını, qısasını. 3 dənədir. Zaten sən öyrənməyə belə ehtiyac yoxdur. Burada bir dənədir yazanda görürsən cavabı. 2 dənədir, 3 dənədir. Görürsən ki, axa formalaşır. Görürsüz, bu sample hissəsi onun üçün var. 4 dənə indi formalaşır. Görürsüz? 1 y, 2 y eyni şeydir. 3 y ilə 4 y də eyni şeydir. Və salam da bu yəni kod VBA kodu öyrənmirik ki, bunu öyrənməyə 4 dənə MF qoydun. OK. Mark completed next task. Deməli, indi bu sheet maraqlı bir sheetdir dostlar. Bu sheetdə bizdən nə istəyir? Aha. İndi siz öyrənəcəksiniz filter funksiyasını və mən filter funksiyasını sizə izah eləyəcəm. Filter funksiyası nədir? Məsələn, qoyaq. Nə qoyaq? Qoyaq da ambar 1, ambar 7. Məsələn, yazıram ambarlar, qiymətlər, stok.
bitmiş stok. Məsələn, buna da qoyuram 10. Oy, nasıl oldu? 10. Bunu da bir 20-20 artıraq geçsin də. Vəbşətə 5-45 artıraq geçsin. Düzdür. Və mən bu 190'ları kopya edirəm. Bir də var bizdə sıfırlar. 235 deyilək sıfır. Aydındır. İndi sən bitmiş məhsulların hansı məhsullar olduğuna baxmaq istəyirsənsə, Excel-də filtr adlı funksiya var. Ki, biz zaten adi filtra baxdıqda dostlar, adi filtra. Bax, bunu adi şəkildə filtrlayaq. Stok, düzdür. Stokdan gəlib select all edib. Bir dənə istədiyimi seçirəm knopka ilə. Sıfırları göstərir. Bu bunu istəmir. Bu deyir funksiya olaraq cavabları mənə ver. Onda da funksiya olaraq da adı filtrdir. Bax, filter, array, sənə lazım olan istiqamət. Deyirəm ki, mənə bax ambarlar lazımdır. Vergül. Prosta hansı ambarlar dostlar? Stok malları sıfıra düşmüş ambarların rəqəmləri çıxsın da cavab olaraq. Düzdür, bax. Bir dənə filter funksiyasına bir də fikir verin, dala qayıtmadı. Filtrdə Ctrl-Z əməliyyatı çox vaxt şey eləmir. Bax, stoku gəlib qoyuram 0. Düzdür. Nə verir cavab? Ambar 4.6. İndi deyir ki, ambar 4.6 burada üzü aşağı düzülsün. Və sol. İndi gəl filtrimi ləğv eləyək. Ləğv edirəm. Gəlirəm burada. Deyirəm filter funksiyası. Array mənə hara lazımdır? Ambarlarda vergül. Nə lazımdır? Include. Stoku sıfıra düşmüşlər. Stokdakı Stok rəqəmlər hissəsini müəllim seçirsiniz, bərabərdir 0. vəssalam. Vəssalam. Ambar 4, ambar 6. Bax bunu istəyirsən, buyur. Bu funksiyanı yazanda Yes. filtrdə array yerinə dondurma ilə dondurmalı deyilik. Yo. Ehtiyac Ehtiyac yoxdur, deyil mi? yox. Çünki bir cədvəlin içindəsin. Anladım. Okey. Dostlar, bax burada nə deyir bizə? Deyir ki, consumption worksheetində, yenə bu worksheetdən bəhs edir. Enter formula in the cell J4. J4 xanasına elə bir formula yaz ki, a list of names. Bax, bu namesləri on the title display, title'lardan J3 olanı görsət. Söhbətə bax ha. Bax, title'lardan J3 olan nədir? Yəni title'lar nə olsun? Web developer. Da bunun içindən gəlib web developer. Bayaq nə etdik? Seçib hamısını sıfıra bərabər eləmədik bu pisi datada. Burada da elədik. Neyimi seçəcəyik? Title'ı seçib bərabər eləyəcəyik hara? Web developer. Gəl bax. Bərabərdir filter, array, name'lər, vergül, title'lar bərabər olsun nəyə? Web developer. Mütərizəmizi bağlayırıq, bitdi, getdi. Ha, kimlər ki web developerdə o şəxslərin ad familiyasını verir bizə. Bax, gəl belə vurun baxaq. Görün düz verib. Düpbədüz. Yaxşı. Canon, nə bilim, Vadim. Bu da Kitaydı ikimiz. Ya da ingilisdir mənə gəlir. Aydındır. Ha, bu qədər sadə və salam. Okey. Bu hissəni artıq bilirsiniz. Yenə izah edirəm. Ctrl-Shift aşağı. Seçdiniz, düzdür. Billing worksheetində nə deyir? Histogram yarat. Dostlar, histogramı qısaca imtahanda yaxşı bal verməsi üçün yarada bilərsiniz harda. Burada da dəyişiklik olub. Əvvəl deyirdim recommended chart. İndi düz deyə indi də oradan eləyə bilərsiniz. Yenə yaxşı bal verir. Amma deyilənə görə 2 bal artırıblar promoyu buradan seçməyə. Yaxşı. Ona görə də imtahanda yenə deyirəm, seçdikdən sonra sırf histogram yaradacaqsınızsa insert, bax buradakı işarə bu binaya oxşayan. Vurduz, birinciyə vurduz və salam. Histogramımız yarandı. İndi nə deyir? Bin width'i 8000 qoy. Bunu işləmişik keçən dərs. Rəqəmlər üzərində dayanıram. Tık. Qıraqda açıldı 1000 width. Bunu nə edirəm qiymətini? 8000 qoyuram və yuxarıdan x-i vururam. Bitdi, getdi. 1000 width oldu 8000 və salam. Yaxşı. 1000 width 8000. Burada 8000 yazılması demək deyil bu arada. Bir də izah edirəm dostlar. Deməli, seçdiyim hissəni nə edəcəm? Insertdən histogram və salam qurduz. Yenə deyirəm, bax, buradan da edə bilərsiniz. Qulaq asın mənə. Gəlib, buradan da edə bilərsiniz. Chartlardan, more charts, all charts, histogram. Yaxşı. Ya belə eləyin, dostlar. Heç buradan da girə bilərsiniz, amma
İnanmıram o qədər. Ya buradan eləyim menyunun aşağısından seçdiyiniz hissəni aşağı, ya da elə birbaşa insertdən histograma girin. İndi özünüz gördünüz ki, insertdən histogram 2 klikdir də. Ona görə daha tez variantdır. Yəni bu daha biraz yaxşı bal verir məncə. Məncə yox, elədir. Yaxşı. Ya yenə deyirəm, insertdən histograma vurun, ya da düşürsüz aşağıda bu hissənin chartından more chart görsün nə qədər düyməyə girir. 2, 3, 4. Histogram. Yaxşı. Ona görə də baxın. Sizə necə udobnudur elə eləyin. Narahat olmayın. Yaxşı bal verəcək ikisi də. Sadəcə mən daha qısa yolu izah elədim. Billing analysis worksheet. Hə, bu worksheetdə bizdən bir dəqiqə gözlə görün. Bu tez işlədi. Billing tez bitəcək bu task. Narahat olmayın dostlar. Çünki əvvəlkilər bir sıra işləmişik deyə artıq məlumatımız var bir çoxundan. Billing analysis worksheetində görün nə deyir? Pivot, aha, bax bunu işləməmişik. Calculate field. Calculate field nədir? Sən avtomatik sütunları bir-birindən çıxdaş edə bilirsən. Yəni səni təsvir et ki, bax burada belə bir dataların var da, nə bilim burada rəqəmlərdir, yəni totala uyğun project kostum var, yəni en qədər datan var, düzdür? Və sən yeni bir sütun yaratmaq istəyirsən, o sütun yoxdur pivot table-da. Aydındır? Bax o sütunun adı bilirsiz nədir? Məsələn, bax yenə deyirəm, bax bir dənə pivotundur, təsvir et ki, əlində var, qoy belə izah edeyim sizə, əlində var sənin, məsələn, məhsulların sayı, məsələn də, bir də var məhsulların qiyməti. Bax, belə izah edirəm, sizə rahat biləcəksiniz. Məsələn, 10, buna da qoyuram, yox, say qoy 5 olsun, qiymət məsələn 10 olsun da. Və bunu bir dənə addım artıraq, bunu da addım artıraq, okey. Dostlar, burada da sənin pivot hissən. Sən razısan ki, yəni mənlə yox, ümumiyyətlə razısan ki, sənin pivotunda başqa bir şey yoxdur. 2 dənə qiymətli sütunun var. Total atılası və uzatılası belə deyək də. Yəni sənin 2 dənə qiymət cədvəli var. Sənə data verilib, məhsulun hansı məbləğdə olduğu verilməyib. Prosta məhsulun sayı verilib, bir də məhsulun qiyməti verilib. Sən də pivotda avtomatik. O necə Excel-də demirsən, bərabərdir 5 vurulsun 10. Qiyməti, məhsulun sayını vururam qiymətinə, nəyini tapıram? Məhsulun məbləğini. M.məbləğ. Düzdür? Bunu özündən tapdın da, bu sənə verilməmişdir ki. Pivotda da bunu özündən tapıb yeni bir sütun, pivot sütunu əlavə edə bilərsən. Və bu da bizdən tamı-tamına bunu istəyir. Deyir, yaratdığın calculate fieldin adını qoy total profit və burada bir dənə ehtiyatlı olun, imtahanda gəlib project cost-dan çıxarsınız amount payable, qətiyyən belə səhv eləməyin. Çünki ingilis dili burada aşırı lazımdır, prosta from söhbəti var da, dan-dən. Project cost from amount payable dan. Yaxşı? Bunu imtahanda unutmayın. Deməli, vurdum pivotun üzərinə. Gəldim pivot table analyze. Elə altında var. Fields, items, calculate field. Görsən deyir calculate field-la yarat. Nə deyir? Fieldin adını nə qoy? Total profit. Qoyursan total. Hətta imtahan sualının üzərindən də total profiti bunu kopyalayıb ata bilərsiniz. Bura problem deyil. Elə eləsən daha tez, işin tez bitəcək də. Sonra total profit, sonra bərabərdən sonra sıfırı silirsən, bir dənə də silirsən, yəni bərabərdən sonra boşluq belə olmasın. Sonra nə deyir? Nədən nəyə çıx? Amount payable-dan project cost-u çıx. Bax, gəlirsən amount payable üzərində 2 dəfə klik eləyirsən, 1, 2. Çıxılsın. Nəyi? Project cost-u. Yenə 1, 2. 2 dəfə klik elədim və salam. Bərabərdə amount payable çıxılsın. Project cost, adı da nə oldu? Total profit. OK vurursan və salam. Qiymətləri verdi. Gördünüz? Yeni bir sütun yaratdınız. Bu qədər sadə. Calculate field. Kalkulyator hesablamalarınızı, loru dillə deyirəm də, orada aparırsınız. Yeni kalkulyator hesablamalar. Ümidvaram ki, burayla bağlı da sualınız qalmayıb. OK. Keçirəm 3-cü beşliyə. Aha. Average keçmişik. Dostlar, ona görə rahatdır artıq işimiz. Bax, prosta burada nə var? Burada deyir ki, bizə on the fish survey worksheet. Body fish survey worksheetində modify the conditional formatting rule applied to the reference column. Hə, deyir ki, fish survey worksheetində gördüyünüz kimi conditional formatting görürsünüzsə bilirsiniz ki, conditional formatting yaratmaq lazımdır. Data barla bir style yaratmaq lazımdır. Dostlar, keçmişəm sizə conditional formatting özdə ən mürəkkəb versiyaya qədər, avtomatlaşdırılmış versiyasına qədər keçmişəm də sizə hətta o daxil elədi ya data validation. Use the data bar format style. Bax, nə deyir burada? Deyir ki, refills, bax, bura olan sütunu data barla qur. Amma əlavələr verir. Gəlirsən data bara, bir dənə də more olsun. İndi, bax, bu hissəni sizə dəfələrlə izah eləmişim. İndi bizə nə deyir? Gradient fill olsun dark blue-da. Baba, fill yoxdur. Gəlirəm, qoyuram gradient fill-a.
İzah eləmişəm. Koloru da gəlib qoyuram. Hətta orada da demişdim belə bir sualımız var. Dark blue-ya. Gördünüz dark blue. Sonra nə deyir? From the standard color palette. Sən də standart paletdən seçdin. Düzdür? Sonra nə deyir? And a so yadınızda saxlayın. İmtahanda böyük cümlələr var ha. Onların tapşırıqları daha rahat. And a solid border of dark blue. Bu da from the standard colors paletdən. Gəldim solid border. Yəni də dark blue. Vəssalam. Okey. Bitdi getdi. Bax bunu istəyirəm imtahanda bizdən. Bir də izah edirəm. Seçdikdən sonra gəlirsiniz databara. More rows. Burada gəldim gradient fill. Dark blue. Sonra gəldim solid border. Dark blue. Okey. Vəssalam. Söhbət bitdi. Sonra average olan hissədə növbəti sualımıza keçirik. Bu sual bitdi. Mark completed, next task, save project, create project. Bunları unutmayın dostlar. Yaxşı-yaxşı işləyin. Onsuz da əyləşəndə imtahan zonasında xanım sizə izah eləyəcək. Dəyişiklik varsa izah eləyəcək. İndi deyəsən daha asanlaşdı. Bax, submit eləyib keçirsən. Ona görə də əyləşəndə mütləq xanımdan tələb et. Mütləq. Lap suala başladınız, yadınızdan çıxdı, əlinizi qaldırın kamera. Onsuz da xanım əyləşən kimi sizə izah eləyəcək. İndi izah eləməsə də özünüz istəyin də. On the first fish survey worksheetində in cell D26 xanası, bax bu xana. Deyir, bu xanada zəhmət olmasa average number. Bilirsən ki, average ilə bağlıdır da, yəni imtahanda bu average verilməyə də bilər. Bu başqa xanada da görsədə bilər ki, məsələn, gəl K6 xanasında işlə average number. Yəni average sözü yazılmasa da bilməlisən ki, averagedir də, yəni. Böyük ehtimal ki, yazılmayacaq. Yazmazlar ona inanmıram. Adult fish with a reef type of natural. Bax, nədir məsələ? Deyir, reef typelar üzrə naturalların ədədi ortasını tap. Necə ədədi ortasını tap? Adultda. Görsən, adult sütununda. Aydındır? Bu nə deməkdir? Ədədi orta. Average-də sadəcə necə average-dir bu? Təkcə rəqəmləri şeyləmir də, şərtlidir. Average if. Average if. Deməli, range-də gəldim buranı seçdim. Vergül. Bizə nə lazımdır? Natural lazımdır. Naturalın üzərinə vurdum. Vergül, average range. Sizə demişdim, funksiya adı ilə eyni olan sintaksis artıq rəqəmlərə aiddir. Adult sütununu gəldim, seçdim və salam. 6 nöqtə neçəsi olmalıdır. Yaxşı, bitdi, getdi. İzah eləmişəm bu aqreqat funksiyaların hamısını sizə. Pivotu da izah eləmişəm. Conditional formattingi də izah eləmişəm. Mosiyada yox, ümumiyyətlə izah eləmişəm, sonra keçmişəm Mosiyaya. Yəni bilirsiniz bu hissələri. İmtahanda dəyişiklik olsa belə, məsələn, kimsə orada desə ki, məsələn də qrup type-a görə solitary adult üzrə hesabla. Gəlib ona adi average yazsaz, o şey mənim problemim deyil, dostlar. Mən sizə izah eləmişəm. İmtahanda da indi ola bilər də söz dəyişdi. 70% hallarda dəyişməyəcək, amma dəyişə də bilər. Yəni imtahan dəyişmir, söz dəyişə bilər, sözün yeri. Ona görə birinci sualı oxuyun, yaxşı. Hər suala 2 dəqiqə vaxtınız var. Sürətli şəkildə oxuyun. Gördünüz ki, işlədiyiniz nə şeydir, işləyin. Gördünüz ki, söz dəyişib, bu sözün yerinə onu tətbiq edirsiniz. Amma şərt dəyişməyəcək, məntiq dəyişməyəcək. Qox. Next task. On the reference workshop. Burada deyir ki, 3D 100% stacket bar yarat. Ən rahat tapşırıqdır, dostlar. Ən rahat. İndi ola bilər ki, yenə də pivot olmaz. Yenə də deyər ki, filan səhifədən pivot əlavə et. Bunu 5 dəfə işləmişik də. Gəlirsiniz bu səhifədə insert pivot exciting worksheet gəldim burada yaratdım. Məsələn. Nəsə də işləyə bilməsəz dostlar. Yəni ümumiyyətlə indi ola bilər. İşlədiyin amma yadından çıxıb. Onun üzərində çox qalmayın. Həm vaxt itkisinə görə ki, 2 dəqiqənin keçməsində çox az bal verəcək onda. O suala. Həm də ki, belə deyək, çox qalmayın bir şey üzrə. Psixoloji baskı yemin. Keçin opsiyalarla. Yaxşı. O bir sualla, 2 sualla session olan deyil. Amma mən hər birinizdən minimum 22 sualı gözləyirəm ki, 800-ü keçəsiz, yəni 750-ni keçəsiz. Ən minimum pis halda, yəni bizim tələbələr 800-ü keçir. Ən pis halda. Ona görə də mən sizdən ən pis halda 750-800-ü keçməyinizi gözləyirəm. 700 də yığsaz qəbul olursa, mən bala görə demirəm. Yəni, psixoloji olaraq deyirəm ki, rahat olun imtahanda. Heç nə, bu sual çox rahatdır, dostlar. Qoy bir dənə baxsın qara panel. Hə, bax, gəldim pivotun üzərində dayandım. Pivot table analyze, pivot chart. Burada nə deyir bizə? Bar deyir. Stacked bar. Düzdür. Barı gəldin, seçdin. Nə deyir?
3D 100% staket bar. Ən uzun bardır da. Hansı olacaq? Ən axırıncı. Bax, üzərində dayansan, bir üzərində dayanıb baxa da bilərsən, amma işdə yadında qalsın da. 3D 100% staket bar. Vəssalam. Okey vurdum, getdi. Hə, indi deyəcəksiniz ki, mən bunu başqa yerdən tapım, gedim insertdən tapım, bilirsiniz də dostlar. Bu bizə pivot chart deyir. Adi chart demir. Diqqətli olun ha. Pivot chart görən kimi qaçıb bura şey eləməyin. Pivot chart desə bunu buradan eləməyin qətiyyən. Pivot table analyze-dan pivot chartım var. Düzdür, indi deyəcəksən ki, çox oxşuyur. Bəli, amma üzərində düymələr var. Insert-nə eləyəndə üzərində bu cür düymələr olmur. Ona görə də diqqətli olun imtahanda. Next task. Hə, burada ola bilər ki, bu əlavə, tutam ki, heç əlavə deyil, bax. Bu yoxdur. Gözlə. Biraz qəlizləşdirim. Olacaq, birdən də indi olmadı. Keçən zaman məsələn, qorxutmaq üçün bilməm, doğrudan tələbəmdə yoxdur. Ona görə bu tərəfdən izah edeyim. Bu worksheetdə ref type-ı deyir filtrlə. Lakin ref type-ı harda filtrlə? To the pivot table. Apply the filter to display only results for national. Bu nə deməkdir? Bax, bu suala kim cavab verə bilər? Görün kimsə bunu yaxşı bilər. Değil mi? Dedi. Ha. Bu adın dediği worksheet'te Aha. ref type filtreler, pivot table, Aha. apply the filter to display on results for natural. Natural'a göre nəticələri göstər. Okey. Tamam. Təşəkkür edirəm. Kim idi? Sən. Hə. Təşəkkür edirəm. Dostlar, bu tapşırığın həll qaydasını sizə izah edirəm ki, bu tapşırığı uşaqlar düz işləsə də fərqli yollarla cavabı balı yəni çox az verir imtahanda. Balı çox verən bir dənə versiyamız var. Onu izah edirəm sizə. Burada nə edirsiniz? İlk öncə chart yoxdursa, chart yaratmaq lazımdır. Düzdür, imtahanda chart olacaq, amma olmasa belə yarat. Pivot chart, gəldim bara, məsələn, bunu seçdim. Bax, həmişə 100% stacked bar olmalıdır. Çünki bayaq onu yaratmışsan da. Bayaq burada bunu yaratdıq, düzdür? Həmin stacked bar oxşuyur. Ona görə gəldim, bax, pivot table analyze-a. Görsəz ki, yoxdur. Pivot chartdan bir dənə nə edirsiniz? Bar, 100% stacked bar. Bu heç, bunu yaratdım. Bundan işin yoxdur. Bunu qoyuram bir qırağa. Dayan. Qrafikə qoy yerində qalsın. Hə. Gəldim pivotun üzərində dayandım. Açdım field listi. İndi imtahanda məncə açıq olar. Prosta yenə də açdım. İndi bizdə burada nə deyir? Deməli, burada artıq ref type sahəsinə diqqətli ol. Natural filtrlər. Ay yaşa. Bax. Naturaldan söhbət gedir. Bu nə deməkdir? Ref type var ha, buradakı ref type. Gördünüz bu ref type. Ref type-ı sürüşdürüb hara atmalıyım? Filtrə. Ay yaşa. Gördünüz, keçdim bunun başına. Diqqətli olun ha dostlar. İndi ref type buradadır. Ref type-ı bir dənə də filtrə atarsınız. Bunu eləməyin mənası yoxdur. Çünki ref type bir yerdə qalmalıdır. Buradan da eləyə bilərsiniz, buradan da. Amma yaxşısı nədir? Qoy mən bir də dala qayıdım. Mən sualı istəyirəm ki, çox yaxşı anlayasınız. Bu sual biraz elə sualdır ki, bilmirəm niyə belə eləyiblər. Mən orasını heç bilmirəm. Amma yenə deyirəm, çıxmasa insert-dən yox, bax özüm səhv eləyirdim. Pivot table analyze-dan pivot chart, bar, axırıncıya gəldim. Okey, yarandı, əla, toyumdu. Gəldim bura, pivot table analyze, field list. Burada bir dənə ref type atırsan filtrə. Çünki bizə deyir ref type filtrə at. Və ref type filtrə atdıqdan sonra pivot cədvəlin yuxarısında yaranan ref type filtrin açılan bax, oxuna klik elə. Oxuna klik etdikdə bizə nə deyir? Yalnız nə qalsın? Natural. Heç nə seçdim. Naturalı seçirsiniz. Naturalı seçirsiniz və s. Cavab budur. Dostlar, əslində məsələ nədir? İndi bir dənə dala qayıdıram, görərsiniz məsələni. Bax, olda da düzdür. Ref type üzərinə buradan da gəlib naturala klik eləyə bilərsiniz. Möcüzəvi şəkildə eyni cavab verir.
Verir də, yəni mən möcüzəvi məsəl üçün deyirəm, söz gəlişi möcüzə deyil də, yəni qrafikin üzərində də bunu vursan, onsuz da bu qrafik bundan yaranıb da. Aydındır. Bəzi dostlarımız nə edir? Bu sual niyə çaşdırıblar? Mən sizə niyəsini izah edirəm. İmtahanda verəndə retype düyməsini burada vermir. Sənə bir saniyə. Uşaqlar da bizdən qrafikanın üzərində gəlib naturalı vurmağı öyrəşib. Və imtahanda çıxanda görürsən bu düymə yoxdur. Gəlməlisən, gərək bunu buradan aktivləşdirməsən falan filan. Uzun söhbətdir. Salamatı nədir dediyim kimi, dostlar? Gəlib Rows'dan retype attın filtra, sonra all-dan bir dənə gəldin, select multiple items və naturalı seçdin. Sən sualını ver. Onu deyəcəkdim. O hissəni demədiniz. Əvvəlki hissədə göstərən select multiple items. Hı -hı. Yəni, ola bilər ki, yəni bəziləri bilməz. Yəni siz demədən keçdiniz əvvəlki hissədə. Bəs dedim axı aşağıda. Bax dedim bax bu hissəni yığışdırırıq, vururuq. Bundan naturalı seçib okey vurur. Adını ola bilər ki demədim. Select multiple items üzrü sən deməmişəm. Tamam. Okey. Dostlar bir də tapşırığı həll edək. Bir də baxaq. Tələsmirik onsuz da. Yəni az qalıb bitiririk. Deməli, seçdikdən sonra bax ehtiyatlı olun. Gözləyəcəm avtomatik filtrlənməyib yox. Əla. Deməli, pivot chart yoxdursa bilirsiniz də nə edəcəksiniz. Qoy mən field listi də buradan yığışdırım. Tak, əla. Deməli, pivot chart yoxdursa, yaxşı bilirsiniz. Pivot table analyze-dan pivot chart, bar, sonuncu. Düzdür? Varsa okeydir, problem deyil. Field listdə varsa okeydir, yoxdursa gəldin, gətirdim bura. Bir saniyə işidir hərəsi. Və daha sonra nə edirsən? Ref type-ı attın filtra və buradan select multiple items all yığışdırıb naturalı seçirsən və bitdi getdi. Mark completed next task. Bu artıq tapşırığın düzgün versiyası idi. İndiyə kimi düzgün versiya ref type üzərindən, yəni qrafikanın üzərindən gəlib vurmaq idi. Sonra imtahanda qrafikanı ya yığışdırdılar, ya da qrafikanı verib bu düyməni vermədilər ki, bal kəsilsin. Ona görə də ən yaxşı versiya pivot table-un üzərindəndir. Next task. Bir də Buyur. orada ref type filtr verəndə əlavə bir şey etməyə məncə ehtiyac yoxdur. Əgər ki, 2 dənə kriteriya varsa burada, all type-ı çıxıb, all vurub, təkrar naturala vurmaqdansa, artificial'ından tiki götürəndə bəs edir yəni. Bəs edir etməyinə, amma imtahanda çaşdırıcı kimi versə bilirsiniz də məcbursunuz pivotdan eləməyə. Ona görə də yoldaşlar, Sənan bəy təşəkkür edirəm dəyərli fikirləriniz üçün. Dostlar, sizdən də xahiş edirəm, imtahanda pivot üzərindən gedin. Yəni hal-hazırda yaxşı bal verəsi düzgün variant, izah elədiyim variant. Qalan məsələlər problem deyil də, yəni evdə oturub nə qədər istəyirsiniz 1000 dənə variant çıxardarsınız, problem deyil. Ürəyin istəyir ki, özün üçün VBA kodu yazarsan ki, pivota təsir eləsin. O mənim maraqlı deyil. Amma imtahan şəraitinə görə hal-hazırda düzgün bal verən son 3 imtahana görə budur. Deməli, burada nədir? Bizə deyir ki, Juvenile Fish Worksheet-ində, bax burada, Highland Islands-dan, bax, Highland Islands-dan, bax burada, bu siyahını gətir, at bura və bunu bir list şəklində görsət. Bax, source of the list. Source mənbə buradandır, amma list burada yaralanmalıdır, nədir? Yaranmalıdır. Və bizə nə deyir? In cell drop down. Drop down nə idi? O qırağından tık vurub belə seçirdimi? Yadınızdadır. Bax, drop-down odur. Və bunu sizə izah eləmişdim. A variantını izah eləyəndə. Bir dənə data validation-la bax, list hissəsini izah eləmişdim sizə. Yadınızdadır, list. Bax, bu source. Bax, burada da eyni vəziyyət. Gəlirsiniz, islandların hamısını seçirsiniz. Gəlirsiniz, Hawaii Islands-a. Bax, diqqətli olun, ha. Bax, islandların hamısını seçdik. Düzdür? İzah eləmişəm, yadınıza düşəcək. Data menyusundan. Qoy sıfırdan deyim də. Bax, seçdik hamısını və yaxud da Ctrl-Shift aşağı bunu da edə bilərik. Gedəcək aşağıya kimi. Cədvəlin bitəsi hissəsi var. Bunu belə də seçə bilərsiniz. Bu mənim üçün vacib deyil. Gəldiniz dataya. Dataya gəldikdə data validation, list, source yerində dayanırsan. Highland Islands seçdim buranı. Bax, 7-sini də okey vurdum. Vəssalam. İmtahanlı bir dəfə üzərinə vur. Bu görsənəsin. Daha heç nəyə vurma. Daha seçmə Hawaii falan. Heç nə seçmə. Vurandan sonra mark completed next task. Bitdi getdi.
Hətta bir dənə məsələn belə seçdin, bax imtahanda göstərdin ki, yenə yaratmışam. Bir dənə qıraqda klik elə, mark complete next task. Narahat olma, 2 balığa çıxmayacaq qıraqda klikə görə. Hə, bu sualı kim deyər mənə? Tanış sualdır bu. Heç kəs aktiv deyil, Sənandan Gülümdən başqa. Parol qurma. Review Parol menüsü qur, protect 456. workbook. Hə, bu parol qoymaqdır da. Yaxşı, Sattam desin. Sattam de. Mənim demişdiniz ki, workbook görəndə review menüsündən protect workbook Ay hissəsinə maşallah, necə əzbərliyib bəli. Review menüsündən bəli, protect workbook. Niyə burada workbook sözü görmüşəm ona görə. Və kodu da nə qoyuram? 4 5 6, okey. Bir dənə 4 5 6 təsdiqləyirsən, da mən təsdiqləmirəm, mənə lazım deyil. Yaxşı. Mark completed next task. Bu koda qoymaqla bağlı sual mütləq düşəcək sizə. Mütləq. Ya workbook-u düşəcək, ya worksheet. Mütləq düşəcək. Sonra burada nədir? J3 incel J3 nədir? Əlavə eləmişəm bura. Hə, dostlar, bunu da Səttam Hüseyn deyəcəyim. Çox üzr istəyirəm. Səttam İslam desin mənə. Mənim bir dənə elə qrup yoldaşım var idi. Adı Səttam Hüseyn idi həqiqətən. O qarışdırdım. Tamam. İslam zəhmət olmasa de mənə. Bunu necə edəcəm? Keçən taskda var idi bu. Eyni tapşırıqdır. Bir dəqiqə üzr istəyirəm, müəllim, var idi, bəli. Bir dəqiqə, sum if-lə eləyəcəyik, sum if, range verəcək due date, Əla. vergül, kriteriya qoyacağıq, deməli, dırnaq içərisində kiçikdir. Bir dəqiqə baxım, burada Bugündən böyük kiçik. yoxsa kiçiyi Today. istəyir, bəli. Kiçikdir, dırnağı bağlayırıq today funksiyası. Necə today? Ampersand today. Bəli, Shift ampersand today, bəli. Bəli, o Yapışdırın evdə həmişə. işləyəndə də ampersand yaddan çıxmışdı məndə, müəllim. Orada işləyəndə yaddan çıxmaz. Nötərizə İnşallah. bağlanır. Bəli, sum Vergül. range-i də veririk. Deməli, quantity. Əla. Vəssalam. Təşəkkürlər. Çox sağ olun. Yəni bu nə deməkdir ki, variantda da olması? Sizə mütləq bu suallardan ikisindən biri düşəcək. Ola bilər rəqəmlər fərqlidir, amma yol eynidir də. Yəni bilin. Bir də ki, burada before today-dir. Bugündən əvvəl. Bu ümumiyyətlə today-dən böyük düşə bilməz. İslam. Təsvir elə, mən sənə deyirəm ki, bugündən sonrakı günlərin hesabatını hazırla mənə. Sən mənə deyəcəksən ki, başın xarabdır, bugündən sonrakı hesabat ola bilər. Qeyri-mümkündür. Yəni qoy bir sabah olsun ki, mən görüm də bəlkə bir şirkət batacaq sabah. Aydındır. Ona görə həmişə bu tipli hissələrdə today-dən əvvəl olur və ampersantı unutma qətiyyən. Mark completed next task. Təşəkkür edirəm İslam. Yoldaşlar, bax, burada yadınızdadır, eyni şey burada da var ha. İslam, bunu da denən mənə. Orada hətta mən locationları dəyişdim. Orada menecer yazılmışdı səhvən. Yəni bu Bəli, düşmüşdü. Aha, denən. Nə edəcəm? Proses. Deməli, bizdə seçirik bizə Nə? lazım olan hissələri, müəllim, locations, Əla. sonra maximum units, Demədin ha, bax, mouse-la seçdim, kontrolu shift-lə. vaxtda saxladım. Bəli, Shift-i kontrolla unut, kontrol, aha. üçündə maksimum unitsi də Əla. seçin, zəhmət olmasa. Ay, səhv seçdim, bax, görsən. Bəli. İmtahanda tələsməmək lazımdır mənim kimi. Okay. Insert Insert. menüsündən, bəli, recommended charts. Bax, burada combo da var. Komboyu da vura bilərəm əslində. Birbaşa kombo da Amma var. birbaşa komboya vurmam mənə problem yaradacaq. Buna vursam daha yaxşıdır, dostlar. Bu daha yüksək bal verir bu arada. Bilmək istəyirsən. Daha yüksək deməyim, ola bilər 2 bal yuxarı, 2 bal aşağı, aşağı yox, yuxarı olacaq. 2 bal. Yaxşı, bax burada var. Bir də baxaq. İslam, bir saniyə qalanını deyəcəksən. Bax dostlar, buradan da edə bilərsiniz. Hamısını seçdikdən sonra recommended chartdan da komboya daxil ola bilərsən. Lakin buradakı insert chart, bax, pilləkən var, pilləkəni düşürsən. Bax, burada artıq create yaradırsan, vəsə. Buradan da geri birbaşa komboya çıxır. Amma qorxmayasınız deyə, yəni paşliş də yeni baldır. Ona görə gəlin elə qarışdırsaz əgər elə buradan seçin. Çünki burada birbaşa bu hissə açılır. Birbaşa bu hissə. Düz deyə indi deyəcəksiniz ki, mənim bu eyni şeydir. Məsəl üçün də, yəni eyni cavabı verir mənə, verməyinə. Amma yaxşısı nədir? Yaxşısı nədir dostlar? Yenə deyirəm. Salamatı pilləkənə vurdum, create. Vəssalam. Çünki burada custom combination yazıb. İmin o yazıya görə balı biraz çox verir. Görürsünüz, custom column line. Düz deyə bunu dəyişirsən, söz yox. Məsələn, gəldin line wizmaker, oldu custom combination. Amma bu birbaşa custom combination'a daxil olur.
Məsələ orasıdır ki, güya ki, indi ona 1,5 2 bal çox verirlər. Gəldin, create combo chart. Hə, indi qalanını mənə desin İslam. Maksimum unity line yox, line with markers qoyuruq. Aha, Markers. Bir də demişdiniz ki, əgər horizontal axis istəyirsə, yəni heç bir şey eləmək lazım deyil. Yəni secondary axis Все. olsa oradan Minnətdaram. seçirik. Bax dostlar, görürsüz işləyib. İşləyib ki, yadında qal. Təşəkkür edirəm. Buyurun Mark müəllim. Sağ olun. completed, next task. Hə, dostlar, belə bir şey düşə bilər sizə. Mən əslində ikinci gün birdə qoşulacaqsınız dərsə, yenə deyirəm. Mən istəyirəm ki, siz 900-ü, 950-ni ən azı keçəsiz hətta. Yəni siz buna layiqsiniz də. Niyə 980 yığan tələbəm var? Mənim özümdən çox yığıb imtahanda. Aydındır. Mən özüm 800 neçə yığmışam. Yadımda 836 yığmışdım, ya neçə yığmışdım. Elə həminki gün hazırlaşdım, gün ortası getdim imtahana. Aydındır. Hələ o klikləməyi, ora-bura klikləmə söhbətlərini bilmirdim. Getdim 836 yığdım. Baxmayaraq ki, hamısını düz yazmışdım. Amma tələbələr məndən çox yığır. Yəni mən də istəyirəm ki, siz lap 1000 bal yığasınız. Nə gözəl. Yəni bala görə yox, yəni o həvəsə görə də psixoloji olaraq. Yəni sözümün canı nədir? O imtahanda sizə minimum düşəcək, mən keçdiyimdən 21 dənə sual. 25-indən minimum 21-i sizdədir. Buna arxayın ola bilərsiniz. Qalan 4-ü hansı ətrafda düşə bilər? Birəbir nə düşə bilər və ya da birəbir nəyə oxşar düşə bilər? A klassı da belə deyək. O A klassı ikinci gün sizə deyəcəm. Yəni o məsələn deyə bilərəm də gedin 700-ü keçin bəs yox. Amma qalan o 4 sual da sizə izah eləməsəm ürəyim partlayar. Ona görə təlimimiz bu həftə yox, ikinci gün sonuncu dərsimiz olacaq. Yaxşı. İkinci gün qalan sualları tez bazar izah eləyəcəm. Rahat suallardır. Bundan da rahatdır onlar. İzah eləyəcəm, ondan sonra keçərik. Lazım olsa üçüncü gündə dərs keçəcəm sizə. Yaxşı. Ta ki sizi tam öyrədənə kimi. Dostlar, bu sual Moseyə düşmür deməyim, çox az düşür düşməyinə məsələn də, amma ola bilər. Ola bilər ki, düşsün. Prosta bu dəqiq bilinmir nə üzrə düşür. Sum ifs üzrə də düşə bilər. Count ifs üzrə də düşə bilər. Average ifs üzrə də düşə bilər. Max ifs üzrə də, min ifs üzrə də. Hamısında sizə keçmişəm. Hansını desə, məsələn, sum ifs desə ki, bax, costları topla, list price'ları topla, məsələn. Decibel-dır, 5-dən böyük olanlar üzrə. Nə edəcəksən? Gələcəksən sum x. Bax, sum range olacaq. List price, bax bura. Hətta s-lə işlədim, səhv elədim, bax. Sum if. Range-in budur. Düzdür? Vergül. Kriterium nədir? 5-dən böyüklər. Yazırsınız dırnaq içində. Böyükdür 5. Today zad yoxdur ki, ampersand istifadə edir. Dırnaq içində böyükdür 5 dırnaq. Vergül. Sum range. List price. Vəssalam. 8.99 tapdınız. Nə bilim, average desə, average istifadə. Total desə, sum if-dir. Largest desə, max if-dir. Yəni minimum desə, min if-dir. Yəni bunu bilirsiniz. Small desə, min if-dir məsələn. Saymaq da desə, count, yenə də nə olacaq? Count if olacaq. Prosta count if olanı bilirsiniz də, dayı. Gedib özünüzü çaşdırmayın. Count if olanda təkcə buranı seçirsiniz. Vergül qoşa dırnaqda böyükdür 5. Nə deyir? -1. İşdən böyük. Count if-də mənfi qoymusunuz qabağına, ona görədir. Dayan, əlim dəyib. Bunlar -1 nədir? 100 dəqiqə cavabı. 1. Yəni cəmi bir dənə 5-dən böyük xana var. Məsələn, count if-də ehtiyatlı olun. Gəlib o list price və count if-də sayılan elə şərtin özüdür. Average kimi falan burada gəlib seçmirsiniz. Sizə onu da deməyəcək. Count if desə deyəcək təkcə Deals to build-da nə var count sayılası. Yəni bu dəqiq bilinmir deyə, aydındır. Bunu 5 versiyada da evdə işləyin. Max if üzrə də, min if üzrə də, count if üzrə də. Ümidvaram ki, düşməyəcək, amma o qədər ümidli deyiləm yəni. 70% düşəcək bilirəm. Bəxtimizə düşəcəksiniz. Axırıncı imtahanda çünki 2 imtahanda düşməyib, bilirəm ki, üçüncüsündə, yəni növbəti həftələrdə düşəcək artıq. Gələn həftələrin imtahanı, opsi həftələrin imtahanını bir ay ərzində düşəcək bu sual. Onu bilirəm artıq. Sonra bu worksheet yoxdur ümumiyyətlə. Bu worksheet buradan gətirib atıblar bura. Bu sualda ehtiyatlı olursunuz. Ola bilər ki, bu worksheetdən nəsə düzəldim, əlavə bir sual kimi və ya da düzəldilmə varsa ikinci gün verəcəm sizə. Amma hal-hazırda bu worksheet yoxdur.
Yəni sualı yoxdur, yox. Ümumiyyətlə sual yoxdur. Bu cədvəl ona görə verilib ki, burada qreydsi düzəldək. Dostlar, bunu imtahanda səhv edirlər və aşağı bal yığırlar. Niyə görə? Çünki bunu işləyirlər ifs funksiyası ilə. Ifs funksiyası ilə. Və mən sizə xlookup funksiyası izah eləmişəm. Biz bunu işləyəcəyik xlookup funksiyası ilə. Yaxşı, ehtiyatlı olun bu hissələrdə. Burada məsələ nədir? Burada deyir ki, bax burada ağa eləyir. Bitiririk dostlar, axırıncı beşlikdə. Görürsünüz, dedim də tez bitəcək, işimiz tez burada. Qoy mən belə eləyim də. Bir dəqiqə, bu grade seed də. Okay. Atın bir bura. Suala baxaq. Kör təbii yanaşmayaq da. Merge center. Arial color olsun 15. Bunu da ataq, Word textə də düşürək, baxaq. Deyir ki, grade worksheetində, yəni bu worksheetdə, grade kolonunda enter formula elə bir funksiya yaz ki, letter grade, bax bunlar. Kimlərsə variantla cavab aldı. Mən A almışam imtahanda. Universitet oxumusunuz, bilirsiniz bunu. Bir dəqiqə. Çox üzr istəyirəm, kompüter sönür, adaptersız yerdəyim. Tamam satdım, tamam, buyur. Letter grade for each student. Hər student üçün, bax, hər tələbə üçün, düzdür? Hesablamalıyıq. Amma nəyi? Grade conversion, görün nə deyirəm. Hesablamalıdır total kolon üzrə. Grade table-unda. Bu nədir? Dostlar, bax, burada verilib də 0 bal alıbsa tələbə F cavab alır. Yəni, test blankında F çıxır. 60 bal yığıbsa D. 70 bal yığıbsa kimsə normal oxuyur, C. 80-dırsa kimsə yaxşı oxuyur, 90-dırsa kimsə işin gücünü atıb, ancaq dərs oxuyur. Aydındır, A variantı alıb cavab. Və biz də nə etməliyik? Bunlara uyğun bu cavabları qaytar. Bunu sizə xlookupda izah eləmişəm. Bax, xlookupu izah elədim. A variantı işləyəndə xlookupu sizə izah elədim. Xlookup. Gedib if-nə işləsəz, o qədər uzanacaq ki, söhbət. Yəni, 2 dəqiqəni vurub keçəcək imtahan. Bəlkə də. Yavaş işləyən üçün elə olacaq. Lookup value. Mənim birinci nümunəvi dəyərim budur. Vergül. Qorxmayın, burada total yazanda. Total sütundan götürüm. Ona görə Y4 yazmayıb. Yaxşı, həm də cədvəl formatındadır. Qorxmayın. Qətiyyən imtahanda daxil etməkdən qorxmayın. Xlookup. Lookup value. Nümunəm budur. Vergül. Sonra mənə nə deyir? Bax. Lookup array. Hardan sənə nə lazımdır? Düzdür. Deyirəm ki, mənə bax, bu cədvəl, vergül, bunun nəyi? Cavabları lazımdır. Vergül. Sonra if not found yazılan yeri dostlar boş buraxın. Bunu demişəm sizə, bir də deyirəm. Gəlir bir dənə sonuncu hissə. Burada da -1-i seçin. Exact match seçməyin. Cavablar səhv çıxacaq. Niyə? Niyə cavab səhv çıxacaq? Dostlar, sual verirəm. 60 bal yığan D-dir, düzdür? Bax, burada neçə nəfər görürsünüz 60 bal yığan? Bax, bircə nəfər görürsünüz. İndi bu kimsə 0 ilə 60 arası yığıbsa, onlara bal verməyəcək. Niyə? Sən burada məhz funksiyada exact match nə idi? Dəqiqi get tap. Ax, burada dəqiq deyil. Mən hesabat qoymuşam da. Mən 90 balımı aşan A variantı alacaq, məsəl üçün. A, belə deyək də, qiyməti alacaq, götürək. 5 alacaq. Düzdür? Bəlkə kimsə gəlib 92 yığacaq. İndi ona mən 5 yazmayayım, yazım ki, bilinmir. Məni vurub öldürəcək ki, 90 qoyubsan, 92 yığmışım. Aydındır? Məsələn, burada da nədir? Burada da maksimal görürsünüz 90-dır. Və datada da görünür ki, mənim 90-dan yuxarılarım falan var. İndi bu nə deməkdir? 90-ı aşan A alır. Bu nə deməkdir? Özünə yaxın və özündən kiçik. Bax, mən bunu bir dənə şərtli siz izah edin. İstəmirəm ki, kör təbii yanaşasınız. Bax, 0, 60, 70, 80, 90. Kimsə 15 bal yığıb. Bax, kimsə 62 bal yığıb. Kimsə 74 bal yığıb. Kimsə 89 bal yığıb, kimsə 92 bal yığıb. Düzdür? Bu mənim bal sistemimdir. Bu da yığılan ballarımdır. İndi cavab olaraq nə verəcəm? Deyəcəm ki, bu 15 bal yığsa da, buna gəlib 60 balın cavabını belə deyək də, verməyəcəm ki. Onu düşmür axı B. O 0-a yaxın yığıb. Özünə yaxın, bax, və özündən kiçik. Düzdür? Yəni, bunun cavabı nədir? A. Sonra, bax, görsən, 60-ı vurub keçib. Buna gəlib 70-in cavabını yaza bilməm ki, əla normal oxumusan. Yox, bu yenə zəif oxuyub. Çünki bu artıq 60-a yaxındır. Özünə yaxın və özündən kiçik. Məsələn, mən ABCD-yi deyəcəm də, copy paste eləmirəm ki, əzbərçilik olmaz.
70-74. 74 bal yığana nəyin cavabı veriləcək? 80-in balı veriləcək, yoxsa 70-in? Təbii ki, 70-in. Çünki 74 70-ə yaxın. Özünə yaxın və özündən kiçik. Hətta 79 da yığsa 80 verən mənə. Düzdür? Onda siz Mosa imtahanında 699 yığsaz kəsilmirsiniz də, keçirsiniz. Amma keçid 700-dür. Elə şey verilə bilər sizcə imtahan balı sistemində. Özə Tembol imtahanında yox. 89 nəyə yaxındır? S-yə. Ona görə D. Öcə artıq bu 92 və buna 100 ballıq sistem yoxdur. 90 ballıqdır maksimum. Tələbə də vurub aşıb bunu. Və buna nə cavab veriləcək? Y. Aydındır? Burada da eyni söhbətdir. Gəldin dedim bərabərdir x lookup. Totalım budur. Mənim qiymətlərim budur. Vergül. Return array. Qaytarası hissəm budur. Bax, bu hissəni seçirsiniz imtahanda da. Bu hissəni. Yaxşı, vergül. İndi mən bunu bir şey səhv elədim mən. Çox səhv elədim özdə. Gərək mən bunu kiçildim ki, çaşmayasın imtahanda qorxarsınız ki, üstünüz adını örtər bu belə şeylərə görə. Yazıram bərabər x lookup. Görürsüz? Bu da balaca olacaq. Total, vergül. Deməli, lookup array buradır, vergül. Mənə qaytarası array buradır, vergül. If not found, bu yeri boş buraxın, bir dənə vergül atın getsin. Və burada exact match yox, mənfi biri seçirsən. Exact match or next smaller item. Özü və özünə yaxın olan. Mütərzəni bağladım, bitdi, getdi və salam. Tapşırığım bu qədər. 30 saniyə heç çəkmədi. Mark completed, next task. Sual var bu taskla bağlı. Daha görə sual var? Yoxdur. Keçək. Növbəti task az qalıb. 4 dənə task qalıb dostlar. Assignments worksheetində. Gəl onları götürək. Ataq. Sonunculardır. Dərsiniz bitir. Az qalıb. Səbirli olun. Biraz dişinizi sıxın. Biləm ki, biraz səbirsizsiniz. Bu mən böyüdüm sualı. Sonra tapşırığı yaxınlaşdıraram. Okey. Burada məsələ nədir? Bizə nə deyir? Assignments worksheetində overall kolumu, bax burada nə yarat? Create a conditional formatting. Conditional formatting yarat. Və use formula. Funksiyadan istifadə edərək yarat. Olsun dark red font color. İndi nə rəngləyəcəksən heç də bu rahatdır. Bold font style. Bunu eləyəcək. Overall score sadəcə olaraq. Buradakı qiymətlər is less than. Less than nə idi? Yadınızdadır? Da buraya nə eləməyəcəksiniz. Ümumiyyətlə göstərirəm. Kiçik işarəsi. Less than. Kiçikdir nədən? Passing score S29 xanası. Buradan. Buradan kiçikdir. Düzdür? Deyir, buradakılar buradan kiçik olsun. Qırmızı xəttli olsun. Məsələn də 49-u rəngləməlidir, 30-u rəngləməlidir, 41-i rəngləməlidir, 49-u rəngləməlidir, 43-ü, 48-i. Məsəl üçün də, yəni hansılar ki bundan kiçikdirsə, işimiz rahatdır dostlar. Gəldiniz seçdiniz hamısını və yaxud da elə yox da Ctrl Shift aşağı. Conditional formatting, new rules. Niyə? Çünki bizə nə deyir? Use formula. Gəldin use formulaya. Formulaya daxil oldun. Diqqətli ol burada. Deyirsən ki, bax, bu xanam kiçikdirsə 50-dən. Dostlar, yaxınlaşdırın, baxaq. Bu hissə qalsın, xahiş edirəm. Dollar S, dollar 29. İki tərəfdə sancaqlanmalıdır. Sizə izah eləmişəm loru dildə. Amma burada sancaqlamanı hara eləyəcəyik? Dollar P, dollar 2. Hara eləyəcəyik sancağı, hara qoyacaq sizcə? Demişəm sizə. Dollar P2. Yadınızda saxlayın. Üzü aşağı xanalar yığılıbsa, o zona da, məsələn də P sütunudur. O P sütununda yalnız P sancaqlana bilər. Rəqəmi sancaqlamaq ağılsızlıqda eləməyin. Yaxşı, mənasızdır. Baba, mənasız işlərdir bu. Çünki niyə mənasız işlərdir? Bu sancaqlanacaq, tərpənməyəcək. Üzü aşağı 49-30 olsunmu? Olsun da özü deyib olsun da, üzü aşağı gedir. Lakin P sütunu dəyişməz qalır. Nə dəyişmirsə onun arxasına dollar atırıq. Dollar P, dollar 2. Burada da iki tərəf niyə dollardır? S29 xanasında. Çünki S sütunu da istəyirəm dəyişməsin. 29 da istəyirəm dəyişməsin. Yaxşı, bir də izah edirəm. Qorxuram burada səhv eləyərsiniz imtahanda. Yəni onu eləməyin. Ümidvaram ki, eləməyəcəksiniz. Bərabərdir. Dedim, bax, bu birinci xana. Dərhal bunu nəyə çevirdim? Dollar P2-yə. Kiçikdir nədən? Burada. Sonra format. Formatda nədir? Textin olsun bold fontsa. Bax, bolda qoydum. Font. Text deyəndə bir iki fontdasın. Sonra nə deyir? Red text call. Dark red. Dostlar, dark red deyir. Bu reddən getmir. Bir dənə sola ver. Yazacaq dark red. Dark red'e qoydun. Fikir ver. 50-dən kiçikləri rənglədir. Mark complete next task.
Sonra ana exams. Exams də götürüm. Bu da rahat sualdır. Gələk bura. Dostlar, nə deyir? Exams worksheetində yenə də deyir chart yarat. Maksimum üzrə fikir ver, minimum üzrə, sonra total scores, total üzrə. Hələ nələr deyir, nə yarat falan ona qatışmıram. Düzü bilirəm ki, kombo söhbətidir. Düzdür? Çünki birdən artığı seçilsə kombodur. ID numbers üzrə. Düzdür? İndi nə edəcəm? Bax imtahandır. Gəldim, seçdim, kontrolu basılı saxladım. Belə seçməyin ha üçünü qətiyyən. Üz aşağı 1-1. Üz aşağı 1-1. Üz aşağı. Insert və burada combo var. Combo create custom daxil oldum. İndi burada bizdən nə istəyir? Diqqətli ol. Bax, diqqətli ol. Maksimumdan minimum nə olsun? Line with markers. Bax, maksimumda minimumdur. Bu ikisini də gəldin qoydun nəyə? Line with markers. Düzdür? Sonra nə deyir? Total nə olsun? Total olsun clustered column. Clustered columndadır, düzdür? Lakin nə olsun? On a secondary axis. Gördünüz? Həmişə bizə deyirdi horizontal axis. İndi deyir on a secondary axis. Gəldim secondary axisin üzərinə kliki vurdum. Düzəldi qrafam. Sonra nə deyir? ID numbers isə horizontal axisdə qalsın. Deyirəm baş üstə. OK vururam. Bax, ID-lərin üzərinə gələndə bunlar mənim ID-lərimdə S-lər. Bax, S-lərin üzərində gəlib dayanırsan, nə yazır? Horizontal axis. Həm secondary-ni aktiv qoydun, həm də bunu. Gördünüz? Daha rahatdır. Bir dizayn edirəm. 4-ün də kontrolundan gəldin, seçdin. Insert, bu işarə, create combo chart. Gəldim maksimumdan minimumu dediyi kimi line with markers-a qoydum. Burada secondary axis, OK və salam. Da imtahanda gəlib üzərində dayanıb görsətməsəz də olar. Ümumiyyətlə dedim də, yəni görsətdim ki, görəsiz. Mark completed, next task. Aha, ay, çox maraqlı bir sualdır. Bu sual demişdim sizə qarşınıza çıxacaq və çıxdı da. İmtahanda da ikisindən biri olacaq. İkisindən biri dediyim nədir dostlar? Yadınızdadırsa, qara panel bir dənə. Hə, imtahanda dostlar, yadınızdadır, sizə demişdim, what və analysis-dən biz keçən dərs izah eləmişdik, goal seeking. İndi senaryo meneceri izah eləyirik. Qoy bir dənə mən senaryo menecerdən bunu silim, görək. Hə, indi nə deyir? Deyir, waiting worksheet-ində, bax bu worksheet-də senaryonun adını more exams qoymalısan. Okey. Sadəcə o senaryo nə üzrə qurulmalıdır? B5 xanasına tətbiq edilməlidir və B5 xanasının qiyməti 5 olmalıdır. Qalan heç nəyə fikir vermə, danışır da indi. Aydındır. Gəldiniz home data menüsünə, what if analysis, senaryo manager. Bax, burada add var, əlavə eləmək. Əlavə edirsən, senaryonun adı nə olsun? Elə imtahanda sualın üzərindən bax bunu, more exams-i kopyalayıb ata bilərsiniz bura. Və ya da əlinizlə də yaza bilərsiniz. More exams. Yazdım. Copy paste eləsəz daha yaxşı da cəld olacaq. More exams. Eləyənmirsiniz, belə əlinizlə yazın, fərq eləmir. More exams. Sonra, burada nə deyir? B5 xanası üzrə. B5 qalsın, işin yoxdur. OK vur. İndi nə deyir bizə? B5 xanası neçə olsun? Burada 2 yazır. Buradakı qiymət 5 olsun. Düzdür, heç nə. 5-i qoydum. OK. Gəlsən show edirsən. Gördüm 5 oldu. Aşağıdakı 17-də dəyişdi. Totalda avtomatik dəyişir. Bir dizayn edirəm dostlar. Seçdim B5 xanasını. Gəldin senaryo menecerə. Burada təsvir et ki, bu yoxdur da. Add vurursan, yazırsan more exams. B5, OK. İndi o birbaşa da daxil olsaz, dostlar, bax, imtahandır da, indi seçməmişsiniz buranı, qorxmayın, yəni. Getdiniz, senaryo menecerə girdiniz, əd elədiniz, məsələn. Burada görsən, yoxdur. Əlinlə də gəlib B5 yaza bilərsən. İndi gəlib belə tık üzərinə vura da bilərsən, yəni. Fərq eləmir. Ona görə də mən tövsiyə edirəm ki, gəlib elə əvvəlcədən B5-in üstündə dayanın, sonra what if analysis-dən senaryo menecer əd, yazırsan adını, more exams, aşağıda B5, OK. Burada da yazırsan 5, Enter və bir də Show. Digəti, sonra X-i vur, Mark completed, next task. Hə, bir də sonuncu sualımız qaldı, dostlar. Bunu da izah edeyim, yekunlaşdırırıq. Dedim də sizə tez bitirəcəyik. Çünki artıq bir sıra hissələri işləmişik deyə, məntiqlər eynidir. Hə, bir dənə sual da baxaq. Bu sual da olduqca rahat sualdır və olduqca yaxşı bir yerdən işləməliyik ki, bizə yaxşı bal versin. Deməli, sualda nədir bizə? Enrollment analysis worksheet-ində rename the value field as percentage. Deyir ki, bu rename the value, görsün nə dedik? Dəyərləri dəyiş.
Qoy percentage. E, Bu nə deməkdir? Fikir ver. Dəyərləri value. Bu nə deməkdir? Bax, dostlar. Values deyil adı. İndi bunun yerinə yazıb count of proqramda. İndi nə yazmalıdır count of proqramın yerinə? Percentage. Lakin nə deyir? Show values as a percentage of the column total to one decimal place. Gör nə deyirəm? Sıfırdan sonra bir dənə şey olsun O deyir. heç. Əla, Hə. bilirsiniz, işləmisiniz. Əla, bildim. Show values as a percentage. Düz deyir. Sıfırdan sonra one decimal place. Bir dəfə izah eləmişəm də. Sıfırdan sonra neçə rəqəm olsun. O heç. Lakin nə deyir bizə? Percentage of the column total. Sütun üzrə percentage olsun. Bax yenə də. Haraydı o? Value field settings yadınızdadırsa. Diqqətli olun. Diqqətli olun. Bax. Show values as. Fikir ver. Faiz of grand column total. Gəlib indi bunu seçərsiniz. Cavabı verərsiniz. Və yaxud da gələrsiniz siz buradan, bax görün nə hissələr göstərirəm, imtahanda edəsiz hərfləri göstərirəm. Average seçərsiniz, göstərər divide. Ona görə nə edirsiniz? Heç nə etmirsiniz. Nə deyir, onu tətbiq edirsiniz. Yenə deyirəm, şərtin özü 90% hallarda cavabdır. Bax, adın dəyiş demir, gəlib əlindən dəyişmir. Mouse'un sağ düyməsini vur, value field settings. Yuxarıda count of proqram görsən, bunu sildin. Nə qoysan adını, imtahanda sualın üstündən də copy paste edib ata bilərsən bura. Eləyə bilməsən canın sağ olsun. İmtahanda bir dəfə yoxlayın onu. Yəni görsəz ki, məsələn, bax belə bir səs verdi və ya da alınmır onu. Alınmır, əlinlə yaz. Narahat olma, o bal kəsmir. Percentage. Yaxşı, bir dəfə yoxlayın da, bəlkə elə üzərindən VBA-da 100% olur üzərində eləmək. Bu tipli tapşırıqlarda da yoxlayın bir dəfə. Görün olursa lap əla, olmursa əlindən yaz. Percentage. VBA-da mütləq olur ha. VBA-ya aiddir. İmtahan sualının üstünə copy paste edə bilərsən. Olmadı da əlinlə yaz, amma olacaq da yəni. Percentage. Yazdım, əla. Gəlirsən show value səsə. Bizə nə deyir? Percentage of the column total. Heç, bax, percentage ad deyib də, indi adıdır. İşarəsi nədir? Faiz. Faiz of column total. Bax. Of column total. Vəssalam. Adı percentage. Bitti, getdi. Bir də izah edirəm dostlar. Mouse'un sağ düyməsi. Value field settings. Burada yazdım percentage. Gəldin show value səsə. Burada of column total. Vəssalam. Bitti, getdi. Tapşırığımız bu qədər. Bu da B variantı. Bu iki variantdan sizə minimum düşəcək 20-21 sual. Qalan o 4-5 sual ətrafını sizə ikinci gün izah edəcəm mütləq şəkildə. Dərsdən sualı olanlar. Gülüm xanım olsun, Sənan olsun. Elmir Fərhadlı deyəsən mənə WhatsApp-da yazmışdı. Elmir cavablayacaq. Asif olsun, Günay xanım olsun, Nərmin olsun, Nəzrin Abdullayev olsun, Rəşad olsun. Sual var dostlar. Görürsünüz. Müəllim, Buyur. bu sertifikat həmən görsənir də, yəni Həmən. bal falan həmən görsənir də. Allahın Yəni izni ilə imtahanı keçsən, yəni aşağı görəcəksən, orada yazacaq congratulations, nə bilim, təbrik edir də. Təbrik edir, görəcəksən, məsələn, balın çıxdı atıram 856. Okey, heç nə ki, keçirsən xanımın yanına, imtahan balı alırsan ondan və s. sertifikatı yoxsa şeyi? Hə, kamu daxil olur, göstərirsən. Hə, özü çıxardır. Hə, özü çıxardır deyəndə əlində belə seksindən çıxarmır, sayta girir, görürsən sertifikatı, skrin eləyirsən və ya da özün Burada account falan yaradılmır da onda. hər şey yaradılır. Elə şey olar, account olmaz. Yox, voucher'ı biz alırıq. Aha. Voucher almam biz belə deyək də müraciət eləyirik, voucher alırıqsa, onda уже bizim account yaradılır, yoxsa imtahanda account? Yaradılır. Accountlarımız yaradılır. Narahat olmayın. F-lərdə falan digər cür. Hamısında elədir. Beynəlxalq imtahanların hamısında account yaradılmalıdır. Bizə diplom falan, surəti falan belə şeylər lazım deyil də hər halda, yoxsa sənət təsdiqi. Yox, ev almağa gedirsən. Var da, F-lərdə var. Onlar yəni Oradan onu bilmirdin. Yox, onu diplomun bilmirdim. surətini Mosiyədə bir dənə şəxsiyyət vəsiqənizi götürün aparın və salam. Bir dənə o yaddan çıxmaz. Transkript falan istəyirlər, tərcümə istəyirlər, ona görə. Yox, elə şeylər lazım deyil Mosiyədə. Bu Mosiyə biraz şeydir, kasıb variantıdır yəqin. O imtahanlar Mosiyədən bahadır. Şeydir, götürün şəxsiyyət vəsiqənizi gedin.
Hə, indi getməyin, ikinci gün bir də sonuncu dəfə qoşular, sonra gedərsiniz. Ola bilər üçüncü gündə qoşulur. İndi deyəcəm də sizə. İstəyirəm ki, tam sizə hazırlayım, rahat göndərim. İstəyirəm hərə üstümə maksimum mexaniki səhvlə 2 dənə səhvlə qayıtsın da, yəni. Onu istəyirəm. Yəni bilmirəm də indi kimlər ha vaxt verəcək imtahanı. Çox da gecikdirməyin də. Görürsüz ki, 5 dənə sual ətrafını dəyişiblər. İndi hər dəfə məndə olmaya da bilər. Bir də göz oxşu dəyişdilər. Lazımdır sizə. Ona görə maksimum dərəcədə tezliklə gedin imtahana. Yəni bu ayın axırına kimi gedin çıxın imtahandan. Yəni hər an hər şey ola bilər. Tamam. Salam əleykum, axşamınız xeyir. Şansınız xeyir. Bu imtahan ümumiyyətlə mən belə planım yox idi əslində bu imtahan sertifikat Aha. alım. Bu məlumat almaq istədim. Bu necə prosesdir bu imtahana girmək, bilet almaq, nə? Hardan alır, nə edirik? Hamısını izah eləyəcəm dostlar. Bununla bağlı yaxşı yadıma saldınız. Təşəkkür edirəm Asif bəy. Axşamınız xeyir bu arada. Bununla bağlı dostlar, mənə çox yazırsınız. Yazırlar daha doğrusu. Mən narahat olmayım. Ta ki arxayın oldum ki, gedə bilərsiniz imtahana. Əslində indi də arxayınam. Kim istəyir dursun sabah keçsin imtahanı. Yəni ciddi deyirəm. Sabah yox, birisi gün. Yox, hopsi gün. Yəni birinci gün bilmirəm işləyərlər ya, ikinci gün işləyəcəklər bilmirəm. Gedə bilər imtahana kimsə. Ciddi deyir, amma gedib keçəcək də. Arxayın olsun. Prosta mən tam arxayın deyim. Yaxşı. İstəyirəm əlavə dəstək keçim sizə gələn həftə və ikinci gün, maksimum da üçüncü gündə qoşulasınız. Gələn həftə nəsə tamamlayım, deyim gələn həftənin 5-ci günü falan gedin. Ya o pis həftədən gedin. Problem deyil. Amma kimlərsə tələsirsə sertifikata görə problem deyil. Dursun getsin ikinci gün alsın imtahan. Yəni problem deyil. Alsın, alacaq olsa. Narahat olmayın. Bu AB variantın qarışıq düşəcək 20-21-dən. Bəlkə kimsə ola bilər, hamısı düşsün. Ola bilər. Amma ən azı 20-21 düşür. Sadəcə mən istəyirəm o qalan 4-5 sual ətrafında izah edeyim ki, rahat gedəsiniz imtahana. Rəşad buyur. Rəşad deyirəm, nöqtə şey. Rəşad nə idi? Mənim sualım odur ki, deyirsiniz ikinci gün geçsin kimsə imtahana, amma orasını hələ izah etmədiniz axı, necə, hardan bilet almaq, necə eləmək və Hə, s. yəni kim getmək istəyirsə şəxsidə yazsın mənə. Amma belə ümumiyyətlə qrupu buraxıram söhbəti hələ ki yoxdur. Yəni qrupu buraxanda mən dərs bitən kimi dərhal keçib qırağa bir dənə qrupa səs atacağam ətraflı və məlumatları da atacağam. Nəzrin xanıma deyəcəm göndərsin menecerimizə. Vəssalam. Mən atmayacağam da, yəni menecerimiz mənə hazır səslərini falan atacaq. Vəssalam. Bax imtahan bileti almaq çox rahatdır. Akkauntu falan yaratmaq çox rahatdır. Hər şeyi izah eləyirlər sizə, yaradırsınız. Yaxşı. İndi kimsə vermək istəyirsə, yenə deyirəm, tələsirsə, getsin ikinci gün imtahanını versin, keçəcək. Narahat olmasın. Amma biraz da səbirli ola bilirsə, olsun, bitirək gələn həftə, sonra gedin. Elə bitirək gedin 4-cü gün, 5-ci günə də saxlanın. Mənim də fikrim yox idi əslində də. Yəni var idi MOS. Prosta FA-nı verəndən sonra istəyirdim FA-yı verəndən sonra. İndi FA-yı buraxmışam qırağa. Ancaq MOS-la məşğul. Ya MOS tez bitəcək onsuz da, narahat olma. Hə, MOS tez bilirəm də, bitəcək. yəni deyirəm ki, bu həftəlik bitirə bilsəm, versəm, yəni isti-isti də, okey olar. Bilərəm ki, ən azından şeydir və iş də yeri də qarşılayır bildiyim qədərilə imtahanın ödənişini sertifikatdan sonra. Yəni ən azından bilərdim ki, uje var MOS-un şey, sertifikat. Okey. Okey. MOS sertifikatı. Sizdə F-lər var, yoxsa F-lərə hazırlaşırsınız hələ? Ümumiyyətlə mən EFə 2014-cü ildə hazırlaşmışam. Sadəcə olaraq sonra elə həmin sferada da işləmişəm deyə də elə ixtisasım da odur. İşləmişəm, saxlamışam da elə bir. Aha. Və indi arxaya dönüb baxanda üstündən 12 il keçib. 12 ildə çox şeylər dəyişib. Və hal-hazırda indi paralel şəkildə gedirəm və mənim hədəfim var ki, il sonuna qədər F3 MOS-əni, bir də F7-ni vermək. Bu şey var idi. Sadəcə olaraq MOS üçün də nəsə axtarırdım, uşaqlardan falan soruşurdum ki, hara getmisiniz, necə keçmisiniz. Bu LinkedIn-də qabağıma çıxanda plus qoydum və gözləmirdim ki, bu tərz olacaq və çox böyüdülmüşdü də, mənim gözümdə çox böyümüşdü MOS-2, yəni çox ağırdı. Amma həmişə fikirləşirdim ki, Excel biliklərim var, bazam var da və illərdir də işləyirəm Excel-də.
düşünmürdüm o qədər çətin olar və imtahanlarda məsələn işə qəbul imtahanlarında bu tip suallar mənə düşürdü, cavablayırdım və onların sayəsində belə deyək də keçirdim Hı işə hı. qəbulda. Yəni indi belə rahatlıq gəlib ki, hə, okey, mən getsəm verə bilərəm rahatlığı da. Yəni o da sizin sayənizdə belə deyim. Yəni bu Teşekkür ederim. təşəbbüsü eləməyiniz belə böyük bir şeydir. Çünki mən özümdə əmək haqqı üzrə təlimlər təşkil eləmişəm. Səhifəmə girib görərsiniz, əslində LinkedIn-də var. Ona görə yəni pulsuz belə deyək də bu təşəbbüsləri eləmişəm. Kiminsə də başqa, yəni belə deyək, hansısa bir həmkarın da bu təşəbbüs eləmək mənim üçün çox yaxşı bir şeydir və düşünürəm ki, bu insanlar həmişə qabağa gedəcək, çünki kimlərəsə faydalı olmağa çalışırlar. Yəni özüm də o belə deyək də mövqedə olmuşam həmişə. Çox danışmayın, baş ağrısı verir. Yok, Buna başarısı görə değil, sizə hoştur diyorum. çox təşəkkür edirəm. Yəni içimdə bir güvən olub ki, MOS-u gedib verə bilərəm. Yəni belə deyim də. Hətta ətrafımda o MOS-unu verənlər deyir ki, yox biraz oxu, belə elə. Deyirəm ki, yox da, yəni bəlkə də siz sıfırdan başlamısınız, amma mən hardasa başlayıb indi də yəni nə ilənsə qatılmışam da. Yəni İbrahim bəylə yəni dərslərinə qoşulub nəysə aydınlanıb da belə deyək. Görünüş olaraq MOS mənim üçün aydınlanıb belə deyim. İndi bilmirəm. Yəqin ki, gələn həftə çalışacağam, imtahanı verim ki, keçim isti-isti. Yaxşı olar, yaxşı olar. İsti-isti keçərsən Allahın izni ilə, amma evdə də isti-isti oxumaq lazımdır da, işləmək lazımdır. Təbii Yəni ki, təbii ki. işləməsən, istərsən isti-isti, istərsən soyuq-soyuq keçməyəcəksən imtahanı. İndidən deyirəm. Təbii ki. Hə, ona görə də oxumaq lazımdır, dostlar. Oxumaq dediyim, oturub ədəbiyyat falan oxumursunuz da, yəni işləyin bir-iki dəfə üzərindən keçin, bəsdir. Bəzən yoldaşlar düzdür oxumadan gedib keçənlərimiz var, amma videoya baxır kifayət edirdi ona və yaxud da bir dəfə işləyir kifayət edir, amma mən o şəxslərə heç vaxt güvənmirəm nə barədə, çünki hər an təhlükədirlər. İşinizi qarantiya alın, çıxın gedin imtahanınıza. Ümumiyyətlə Microsoft imtahanlarının, elə Oracle-ın imtahanı da SQL-in də fərq eləmir. Copilot-ın özü də hər birinin o imtahanların hər birinin qazanılma maxinasiyası var. Sadəcə olaraq mən onu uzun-uzadı dərs kimi keçmirəm də, yəni aydındır. İndi professional Excel dərslərinə girsəz görəcəksiniz ki, 10 dərsdən çox dərs keçirəm. Orada yaman şeylərə gəlib toxunurum. Burada da əslində Var, çox mən, şeyə toxunmuşuq. Hə. Burada da mən çox şeyə toxunmuşuq, toxunmaqla. Məsələn, conditional formatiki başdan ayağa keçdik, Maxifs-ləri, hətta əlavələr keçdim. Subtotal aggregate ki, sizə imtahanda o düşmür. Ümumiyyətlə də keçdim. Görürsüz, burada da bir çox şeyin dərininə kimi getdim, amma hər şeyində getmək olmur. Çünki imtahandan qıraq şeyləri yükləmək istəmirəm. Prosta mən bunu görürsüz, dərs kimi keçmirəm. Həm conditional formatiki ətraflı bildiniz, həm pivotu bildiniz ətraflı, həm XLOOKUP-ı və LOOKUP-ı bildiniz. Düzdür, VLOOKUP ətraflı bilmədiniz. VLOOKUP var hələ. XLOOKUP-ı bildiniz. Həm SUMIF-dir, bu aqreqat funksiyaları bildiniz. Count-udur, odur. Bir çox şey bildiniz. Amma qalan 70% hələ professional Excel-də hissələr qalıb. Amma imtahan üçün bunun 25-30% kifayətdir. Sadəcə bunu şişirdici rəqəmə qoymaq ki, nə bilim 300 manata kurs MOSE üçün. MOSE üçün dəyməz. Mən professional Excel-imi 500 manata verə bilərəm. Məsəl çəkildi o da. Nə bilim 1000 manata verə bilərəm, 100 manata verə, amma MOSE üçün dəyməz. Dostlar, bir şey ki, beynəlxalqdır adı. Yəni bunu dünyada yüzlərlə, yox minlərlə, 10 minlərlə insan qazana bilirsə, aydındır. Bu o deməkdir ki, bunun müəyyən bir taktikası var. Yadınızda saxlayın, nə çoxdursa, ona giriş etmək rahatdır və onun üçün böyük pul ödəməyə məncə gərək yoxdur da, yəni. Mənim fikrimcə belədir. Aydındır. Belə. Məmnunsunuz deyə bilərəm. Buyur, buyur. Siz həmişə yaxşı dərslər təşkil edirdiniz də, yəni demirəm, belə, yəni çıxmasını sözün münasib qiymətə də, yəni. Hı. Yenə təşkil eləsəz olur, məsəl üçün Excel-in özü üçün, heç MOSE üçün yox. Tələb yoxdur da Günay xanım. Mən neyniyim? Həm tələb yoxdur, həm axı mən professional Excel-i, axı mən dedim sizin bu qrupa ödənişsiz verəcəm. Yəni hazır dərs kimi verirəm çox dərslərimi.
Amma belə təşkil eləyə bilərəm. Prosta bilmirəm nə qədər tələb var. Düz deyə belə deyirəm, tələb yoxdur. Yəni e, bir ya maksimum iki paylaşıma tələb yaradaram. Sadəcə olaraq nə bilim bilmirəm. Professional Excel istəyirəm ki, sales-da da öyrənəsiniz. Məsələn, Oracle SQL üçün qruplarımız açılıb. Oracle SQL bilmirəm, kimlərsə məşğulsa SQL-lə və yaxud da öyrənmək istəyirsə qoşula bilər. Yəni Oracle SQL üçün qruplar açılıb, qiymətli olmalıdır Mən səhv bilmirəm. Excel istəyərdim. Ona görə deyirdim ki, yəni özüm üçün nə lazımdır onu deyirəm də, yəni. Günay, Excel üçün yenə deyirəm, hazır dərslər verirəm. Yəni hazır dərslərə götürüb eyni şeydə burada danışdığımdır. Yox, sırf real dərsi istəyirsənsə onlayn bir dənə fikirləşərəm təklifi. Çünki yalan deməyim də, indilərdə Excel qrupu Bilməm, Allah açacağam ki, razı olsun. Yəni digər müəllimlərdən də kontakt olmuşuq da, yəni Allah razı olsun sizdən. Çox təşəkkür edirəm bir daha. Siz çox münasib qiymətə, yəni təşkil edirdiniz. Yəni özünüz də vurğulaya bilərsiniz. Oktyabr ayından hətta yanvarda da dərslər keçirdiniz, HR dərsləri. HR üzrə Excel. Hı hı. Çox, yəni Allah razı olsun, çox münasib qiymət idi. Həddindən artıq. Yəni demək olar ki, onu hamı təşkil edə bilərdi da o məbləği. Təşəkkür edirəm, minnətdaram. Yox, doğrudan da haqqınıza girmək lazım deyil da. Allah danışmaq lazımdır ən azından. Allah üçün danışmaq lazım. Minnətdaram, var olasınız dostlar. Elə ona görə LinkedIn-də hər yerdə pisliklərdir. Ay Günay, sənin kimi tələbələr mənə qazdan verir. Çerim Yox, müəllim, paylaşıram mən aləm. kimlənsə belə pis çıxmasın sözüm, üzürlü hesab eləyim. Ya Zarafat sözüm pis elədim. çıxmasın. Yox, bildim, başa düşdüm. Ya siz məni tanımırsınız, ya mən sizi tanımıram. Ya sizin məndən asılacağınız yoxdur ki, mən bu sözü sizə deyim, ya mənim sizlə. Əlbəttə ki, Yəni əlbəttə ki. kimləsə də qorxub çəkinəcəyim yer yoxdur ki, yəni ümumi deyirəm, mən sözü promos deyən insanam. Hı -hı. Yəni ona görə deyirəm ki, yəni doğrudan elə idi. Çox münasib qiymət idi da, yəni həddindən artıq münasib qiymət idi. Yəni onu kimsə yəni demək olar ki, bir gün elə belə çörəyə verir də, demək olar ki, o məbləğ. Bəli. Bilsiz necədir? Bir tendensiya yaranıb LinkedIn-də, çox üzr istəyirəm, bunu deyim, yəqin ki, çıxacam. Kimsə aşağı qiymətə təlim verəndə digər təlimçilərdə çox böyük qıcıq yaranır. Mən özüm də bu təlimləri verəndə o qıcıqla qarşılaşmışam da. Yəni deyirlər ki, əslinə baxanda mən arxama baxanda bir 10 il plus təcrübəm var. Bu aşağı qiymətə kimlərəsə faydalı olmaq istəyəndə başqa mənalara güdürlər və çox vaxt deyirlər ki, belə deyək də, üzr istəyirəm, qondarma təlimçilər çıxıb ortaya, bazarda qiyməti öldürürlər. Nə bilim, bu tip sözlər deyirlər. Mən çox rastlaşmışam da bu tipli şeylər, paylaşımlarla. Yəni razı deyiləm, çox vaxt razı deyiləm. Çünki insan kimlərdənsə hər bir insandan nələrsə öyrənir. Və yaxud da ötürmək istəyən şəxs bunu həmişə kimlərəsə pullu və yaxud pulsuz qarşılığında belə deyək də ötürür. Niyəsə bahalı təlimçilərin arasında bu çox belə yaxşı qarşılanmır. Yəni biraz aşağı qiymətə təlim təklif eləmək və yaxud nə bilim hansısa bilikləri paylaşmaq istəmirlər də. Yəni bu tip şeyləri görmək istəmirlər ümumiyyətlə. Düzdür, düz deyirsiniz. Nərminə, hazır dərslər var, menecerə yazarsın. Düz deyirsiniz, doğrusunuz. Mən ölkədəki o hər kəsin brend tanıdığı, o LinkedIn-də böyük tanıdığı kurslardır, kursların rəhbərləridir, üzvləridir. Onlar barədə hər şey bilirəm. Sadəcə mənim böyüklüyüm odur ki, mən danışmıram. Çünki mən öz karyeramla məşğulam. Yəni mənim onsuz da öz həyatım kifayət qədər özümə bəsdir. Öz həyatımdakı insanlar, öz işlərim, öz proyektlərim, öz görəcəyim işlər. Mənim vaxtım yoxdur ki, kiminsə yaxşısına ya pisinə oturum nələrsə danışım. Bəlkə hardasa vaxt taparam, yaxşısına danışaram, amma məni tanıyan tələbələr bilir ki, mən heç kəsin pisinə elə heç nə paylaşmamışam. Heç vaxtı deməmişəm ya artıq heç bir şey olmayıb qətiyyən. Yəni bildiklərimi belə deməmişəm. Ad-bad deyərəm, akademiyalar, ad-bad deyərəm. Deyərsiniz ki, yəni ola bilməz də filan rəhbərin, filan akademiyanın o boyda rəhbəri belə bir şeydir.
İstər səs yazısı olsun, istər ekran görüntülü olsun. Bizdə o qədər şeylər var ki, dokument kimi mənə nə qədər tələbə müraciət edib, amma mən heç vaxt onu ifşa eləməmişəm. Səbəb o deyil ki, onlar mənim iş ortağımdır, yox. Səbəb odur ki, onlar insandır. Hər bir insan Allah qatında bir şəxsiyyətdir. Yəni onu əzməyə çalışmaq lazım deyil. Yəni mən öz karyeramla məşğulam. İstəyirsiniz məni yaxşı tanıyın, istəyirsiniz pis tanıyın, gedin Nosevizə alın. Təkcə bunu istəyirəm. Kim nə deyir desin. Təşəkkür edirəm Yox, müəllim, dediyiniz mən sizdən yəni bir neçə ay dərslərdə olmuşam. Yəni həm mədəni, çox mədəni insansınız. Yəni doğrudan çox mədəni, belə hər şeyin yerini bilən insansınız da, danışığınızdan da, insana qarşı davranışınızdan da, münasibətinizdən də. Hamında çalışdınız ki, bir-biri öyrədəsiniz. Yəni mən səhv özümdə oldu. Bəzi səbəblərə görə tam dərslərə qoşula bilmədim. Amma yəni bu belə idi. Mən Təşəkkür edirəm. bir neçə dərs qoşuldum. Yəni insanı necə deyirlər, elə ifadəmə bilməm necə ifadə edeyim sözümü. Ağzından çıxan kəlməyə görə də bilirsiniz ki, qarşındakı insan necədir, danışıq tərzinə görə. Əlbəttə ki, doğru deyirsən. İnsan dilinin altında gizlənir. Bəli, çox doğrudan hər bir həm xanımlara, həm bəylərə çox yəni gözəl bir-bir də yəni istədiniz öyrədəsiniz. Necə ki belə səsi dediniz açın, aça bilirsinizsə daha doğrusu. Yəni hamının fikrinə önəm verdiniz. Həm də öyrətmək istədiniz. Yəni mən olmuşam dərslərinizdə prosta yenə deyirəm. Səhv özümün oldu bəzi səbəblərə görə. Alındıra bilmədim qoşulmaq, amma bir neçə dərslərinizə qoşulmuşam. Oktyabrdan olan dərsinizə də qoşulmuşam. Yanvarda da bir neçə dərs qoşulmuşam. Səhv özümdə oldu. Prosto alındıra bilmədim. Təşəkkür edirəm, minnətdaram. Çox utandırdınız məni dostlar. Tamam. Yox, yəni mən olanı dedim, yenə deyirəm, olan budur. Bir də ürək istəyir ki, insanda ürək istəyir ki, hansısa bir məhsulunu kiməsə ödənişsiz verə bilsin də, yəni qarşılığında heç bir şey gözləməsin. O da bir ürək istəyir. Var olasınız. Ona da Təşəkkür edirəm. ürək lazımdır. Doğrudan lazımdır. Hər insanın işi deyil o. İçimən qarışıq ha. Yəni kimsə burada söz deyə bilmərəm. Yəni mən özümü də götürürəm ha. Mən özümə də ürək lazımdır. Ki mən öz bir nəyimsə kəşfimi və yaxud nəyimsə kiməsə bir qarşımdakı bir tanımadığım insana verə bilim. Təşəkkür edirəm, minnətdaram dostlar. Gözəl sözlər üçün var olasınız. Həqiqətən səmimiyyətinizə inanıram. Mən də səmimi qəlbdən sizi çox istəyirəm, var olasınız. Siz çıxın Sənan Abdullayev, problem deyil. Çətin tərəflər Ripon plus funksiyaların sintaksinə fokuslanmaq daha yaxşıdır, düzdür. Amma elə göstərdiklərimə baxsaz kifayət deyilmir Fərhatlı. Dostlar, minnətdaram. Heç nəyə fikir verməyin. Prosta mənim ən böyük problemim odur ki, təlimçi olaraq xanımlar da qeyd elədi da o üzrə danışmıram. Allah təşəbbürə yazmasın. Yəni o barədə təklənirəm. Dəstək az olur. Ən böyük problemimiz odur bu saat. Yəni nə ödəniş problemi var, nə bir şey. Şükür Allah Taala quşun dimdiyində də olsa yetirir adama. Niyyət təmiz olandan sonra sadəcə olaraq dəstəyimiz azdır. Adi TikTokda olsun, LinkedIn-də olsun. Maksimum dəstək lazım. Maksimum dəstək olsa, inanın ki, analitika kurslarını da ödənişsiz verərəm. Çox şey çıxararam. Çox şey. İstər-istəməz. Sadəcə o dəstək lazım ki, yəni doğrudan da insanlar öyrənmək istəyir. Əfsuslar olsun ki, bəli, indi bu adekvat dünyada olmalıdır. Yəni bu cür şeylər. Belə deyək də, tərəzinin sağ tərəfi də var, sol tərəfi də var. Simmetriya deyilən bir şey var. Yəni ehtimal nəzəriyyəsinə görə mütləq olmalıdır. Ki, yəni insan təsvir edir ki, şirkətdə 2000 manat pul qazanır. Təbii ki, o fikirləşir ki, 300 manat verib təlimə qoşulsam daha yaxşıdır. Okey, onun fikridir. Söhbəti yox, amma öyrənə bilməyən gəlin razılaşaq ki, 70% insan var ki, o da sırf ödəniş baxımından öyrənə bilmir. İndi vaxt baxımından okey, self-study veririk. Öyrənmək istəməyəndə istəyir 1000 manat versin təlimə, istəyir pulsuz qoşulsun, öyrənmək istəməyəcək. O heç. Ona mən digər təlimçilər də qınamıram orada. Amma mütləq şəkildə ödəniş baxımından əziyyət çəkən bir 70% yoldaşımız var. Mən statistikaya görə bunu, yəni oturub baxmışam. Təxmini statistika belədir.
Yəni bu da o deməkdir ki, insanlar üçün qiymətlər çox bahadır. Yəni mən bunları yenə deyirəm, ya ən minimal qiymətə, ya ödənişsiz, necəsə verərəm, ödənişsiz də verərəm. Amma mənə maksimum dəstək lazımdır. Maksimum dəstək lazımdır. Dəstək dediyim nədir? Mən sizdən nəsə ummuram, nəsə istəmirəm, bir Allah bilir. Sadəcə olaraq bilmirəm. Necəsə dəstək lazımdır. Bu dəstək maddi dəstək deyil, mənəvi dəstək deyil. Sadəcə olaraq bilmirəm. Bunu izləyicimi kütləsi deyək, ya nəsəmi, yəni də aktivlik olmalıdır. Dərslərdə də aktivlik olmalıdır, sosial şəbəkələrdə də aktivlik olmalıdır. Biraz dəstək lazımdır. Dəstək olsa çox şey pulsuz verəcəm, amma dəstək olsa. Daimi dəstək yoxdur. Bax, bizdə problem oldu. Elə ki, mən daxili, məsələn, mən də bir məşğələ yazılsam, istər-istəməz fokuslanıram dərs üzərinə. Aktivlik üzərinə yox. Amma belə şükürlər olsun hər şey əladır. Dəstək oldu, olmadı. Da Allah bizim dəstəyimizsə biz həmin kütləni yenə də davam etdiririk. Şükür Allah kütləmiz azalmır, günü-gündən artır. Ona görə də siz əsas dərslərinizi oxuyun. Hə, networking. Yox, networking yoxdur bizdə. Heç üzdən də oxuya bilmədim. Görsən mənə aid deyil. Tamam. Dostlar, suallarınız yoxdursa başqa videonu save edeyim. Allahın izni ilə bir saata təşəkkür edirəm. Rəşad Həsənov, minnətdaram. Hər kəsə Müəllim, təşəkkür çox edirəm. sağ olun. Gecəniz xeyrə qalsın. Bir kəlmə demək istəyirəm ki, Allah hamının ürəyinə görə versin. Amin. Amin. Mütləq təşəkkür edirəm. IT Sağ biznes olun. analitik üçün sağ olun. Excel, SQL, Python bura sıralaması ilə getmək lazımdır. Bəli. Gecəniz xeyrə qalsın. Hər kəsə təşəkkür edirəm, amma gələn həftə bir də təlimimiz olacaq. İndi rekord edib atacağam.